Deməli, sonlu onluq kəsrlərdən bağlı bir dənə bunu deyək. Məsələn, tutaq ki, məxrəci 150 verdi. Sürətdə də düzgün kəsirlər dediyinə görə hər bir kəsir qoya bilərsiniz. Bəlkə də demişəm, amma bir də təkrar demiş olum. Burada iki suala rast gəlmək olur. Birinci sualda bizdən soruşur ki, məsəl üçün neçə düzgün kəsir var ki, onları sonlu onluq kəsir kimi göstərmək olur. Neçə düzgün kəsir var ki, sonlu onluq kəsir kimi göstərmək olur. Belə halda bəzən müəllimlər qarışdırma baş verir. Məsələn, sadə vurğularını açırlar məxrəci. Bu normal, doğrudur. Ümumiyyətlə sadə vurğularını açanda 2 və 5-in birləşdiyi ədədləri bir yaza bilsəz, məsəl üçün tutaq ki, virus dediyimiz 2 və 5-dən başqa hər hansı sadə ədəd olsun. Məsələn, 3 olsun hal-hazırda, çünki 3-ü 50-yə vuranda edir 150. Deməli, biz burada x-in yerində bir dənə, məsələn, 3 qoysaq, ixtisar gedəcək, 3 itəcək. Sonra 2 dənə 3 qoysaq, təzədən 3 ixtisara gedəcək. Bu forma ilə bunun məntiqini tutsaq, 3 dənə 3 və hara kimi getməlidir? 49 dənə 3-ə kimi getməlidir. 50-ci 3-ə getsə, düzgün olmayan kəsir alınır. Və burada da 1-dən başlayır, bu 3-dür. 1-dən başlayır, 49-da qutarır. Onda 49 dənəsini tapmış olacaq. Əgər məxrəc, məsəl üçün, 21 vurulsun 50 olmuş olsa, 21 3 vur 7-nin birləşməsidir. İkisi də virusdur. Bu zaman düzgün kəsirlər içərisində sürətdə gərək 21 olsun ki, ixtisara getsin, sonlu olsun. Bu zaman siz bir dənə 21, 2 dənə 21 bu formada düşünməlisiniz. Sonucda ən sonda təbii ki 50 dənə 21 yox, 49 dənə 21-də dayanmalısınız. Və bu zaman yenə də 1-də başladı, 49-da bitdi. Məsəl üçün biz yenə də bayaqki cavabı 49 cavabını deyə bilərik. Bu formada məxrəci 2 və 5-lərin vuruğu birləşdirmə halında yaza bilərsiniz. Virusları da ayrıca birləşdirib yaza bilərsiniz. Sonlu onluq kəsirləri bu şəkildə düşünə bilərsiniz. Əsas məsələ sürətdə 21-in olmasıdır. 1 dənə 21, 2 dənə 21, 3 dənə 21, yəni o 21 geçsin, 50-də 1 qalsın, 50-də 2 qalsın və s. Bax bu. Düzdür, siz məxrəci sadə vurğularını açdıqdan sonra da, məsələn, yenə də o virusu bitişdiririk. Məsələn, biz neynirdik? Qoy onu da deyim. Ya da bunu başa düşdünüzsə, ikinci hissəsini özünüz bilirsinizsə, yəni mən belə də yazmağı təklif edirəm sonlu onluq kəsir üçün. Belə eləyə bilərsiniz. İkinci sual təbii ki 150-dən kiçik, 150 ilə qarşılıqlı sadə ədədlərin tapılmasıdır. O elə indi dediyim cümləni kəsirlər üçün də şamil eləmək olar. Məxrəci 150, neçə ixtisar olunmayan düzgün kəsir var deyəndə, sürətlə məxrəc arasındakı məxrəcdəki ədədlər əbubu gərək 1-i versin, yəni qarşılıqlı sadə olsun. Onda da siz 150 vurulsun, məsələn, indi məxrəci 150 kimi götürsə, 150 vurulsun, mörtəzədə 1 çıxılsın, onu sadə vurğularını açanda 2-dən neçədənsə, neçədən olur olsun, fərqi yoxdur. 2-də 1 yazırıq, düzdürmü? 3-də 1 yazırıq, 1 çıxılsın 3-də 1 yazırıq və bu qayda ilə davam edirik. Deməli, test üstə 10-cu sualı tapdıq. Deməli, burada deyir ki, n üstəgəl 16-da 5 mənfi tam ədəddir. Deməli, bu mənfi bir ədədi verəcək, tam ədədi verəcək. Bizə deyir n-in onluq vahidləri. Onluq vahidlər vergüldən sonra yazılanlardır. Məsələn, siz burada belə fikirləşməlisiniz. N-in yerinə elə bir ədəd qoyun ki, söhbət 2 tam neçədən də getmir. Əsas onun xırda hissəsi itsin. Yəni 16-da 5-dirsə, mənfi 16-da 5 olsun. Məsələn, siz ona mənfi 2,16-da 5 də deyə bilərsiniz. Əsas odur ki, mənfi 16-da 5, müsbət 16-da 5-i götürsün. Nəticədə siz mənfi 2,16-da 5 də alsaz, 5-i 16-ya bölərək onluq işarələri tapacaqsınız. 5-i 16-ya ola bilər ki, siz çubuqlu bölə bilirsiniz. Ola bilər bu qayda ilə. Məsələn, əgər 16 təmiz 2-dən ibarətdirsə, 4 dənə 2-dən ibarətdirsə, deməli 4 dənə 5-ə vurmalısınız. 4 dənə 5-ə vurmalısınız. Yəni 625-ə. Bu zaman sürəti də həmin bu 625-ə vurmalısınız. Və əsas məsələ, yenə deyirəm, məxrəcdəki ədəd zaten 4 dənə 2-ni 4 dənə 5-ə vuranda 10 üstü 4 yaradır. 10 üstü 4 də 10 mindir, düzdürmü? 10 min.
5 dəfə 625-i də bir-birinə vuracaqsınız və o sizin onluq işarələriniz olacaq. Aydındır? Bəli, müəllim. 3225. 3200 edir, yoxsa 3125 edir? 3125 edir. Demək 3125 olduğuna görə burada da məsələn bəziləri %3 olanda, məsələn onluq işarələrin yazılışında səhvə yol verə bilir də. Məsələn 03 olmalıdır, 3 deyir. Yəni diqqətli olmaq lazımdır. Əgər 10.000-də 3125 doğru yazırsınızsa 3125-i götürəcəksiniz. Növbəti sual. Müəllim, surətdə 625-i hardan aldınız? Zəhmət olmasa bir izah edə Məxrəci, bilərsiniz? bəli, məxrəci əgər 16 veribsə, məxrəci 16 veribsə, 16 4 dənə 2-nin vurulmasından yaranıbsa, siz 4 dənə 5-ə vursaz, məxrəc mərtəbə vahidi olacaq. Həmişə mərtəbə vahidləri 2 və 5-lərin birləşməsindən yaranır. Məsələn, deyək ki, məxrəcə 2-dir, sürətdə 1-dir. Biz təbii ki, məxrəci bir dənə 2-dirsə, bir dənə 5-ə vursaq, məxrəc olur mərtəbə vahidi. Sürəti də vuracaqsınız. Çünki məxrəci vurdunuzsa, sürəti də vurmalısınız. Mən 4 dənə 5-in hasilinin 625 olduğunu bildiyimə görə sürəti 625-i dərhal yazdım. Yəni, sürətdəki 5-i də 4 dənə 5-ə vurmaq lazımdır. Kəsin əsas xassəsi. Anlaşıldı mı? Bəli, müəllim, bəli, başa düşdüm. Əgər istəsəz, siz çubuqlu şəkildə 5-i 16-ya bölə bilərsiniz. Həmin 5-i 16-ya böldük, budaqlı bölmə qaydasından nəticədə 3125-i 0,3125-i alacaqsınız. Yəni burada yenə deyirəm, -2 olsa, biz alacağıq -2,3125, yəni 10.000-də 3125. Bizə də lazımdır onluq vahidlər. Onluq vahidlər onluq işarələr adı ilə gedir. Yəni vergüldən sonra yazılan. Müəllim, məxrəcdə neçə dənə 2 varsa o qədər 5 yazmalıyıq da. Təbii Yəni ki, 2 dənə 5 yazmalıyıq. Təbii ki. Çünki əgər məsələn 100 2 dənə 2, 2 dənə 5-dən düzəlibsə, 1000 3 dənə 2, 3 dənə 5-dən düzəlibsə, məsələn məxrəci sadə vurğanı açanda görürəm ki, 3 dənə 5 var. Dərhal mən 3 dənə 2-yə vururam. Bu zaman sürəti də 3 dənə 2-yə vururam. Kəsin əsas xassəsi pozulmasın və mən bir də çubuqlu bölmürəm, budaqlı bölmürəm. Dərhal cavabımı elə tapa bilirəm. Yəni bu həmişə belədir. Əgər məxrəcdə 3 olsa, yəni ixtisara getməyən bir kəsirdir, məxrəci sadə vurğanı açanda görürsünüz ki, 3 çıxır. Bax o halda gedin sürəti məxrəcə bölün. Daha orada məxrəci 10-a, 100-ə, 1000-ə gətirməyə fikirləşməyin. Sual, başqa sual? Test 5-də 18 var, müəllim. Test 5-də 18. Test 5, 18-ci sual. Tamam. Müəllim, burada deyir qadınla kişi bir-biri ilə evlidir. Onun işçilərə nə aidiyyatı var, onu anlamadım. Tamam. Baxaq, 6200 nəfərin işlədiyi bir tarladır. Kişilərin 5də 2-si, qadınların 8də 3-ü bir-biri ilə evlidir. Qadınların sayını tapın. Tamam. Biz belə deyək də, kişilərin 5də 2-si, qadınların 8də 3-ü ilə evlidir nə deməkdir? Deməli, kişilərin 5də 2-si qadınların 8də 3-ünə bərabərdir. Niyə? Çünki evlənmək, məsəl üçün, cütlük arasında olur. Məsəl üçün, 100 nəfər kişi, 100 nəfər qadınla evlənibsə, deməli, kişilərin 5də 2-si 100 eləsə, qadınların da 8də 3-ü 100-ü verməlidir. Qadınlar çox ola bilər, kişilər az ola bilər. Amma onların 5də 2-si, məsələn, onların bu toplu testlərdə belə şey görürsüz. Məsələn, deyir ki, sinifdə oğlanlar və qızlar oxuyur. Qızların tutaq ki 5də 2-si, oğlanların tutaq ki 8də 3-ünə bərabərdir. Amma burada qızlar fərqli say ola bilər, oğlanlar fərqli say ola bilər. Bu o mənada verir. İndi biz belə eləyək. Kişi və qadın yazdıq. Təbii ki, bunların cəmi haqqında bizə məlumat var. 6200 nəfərdir. 6200 nəfər. Və kişilərin 5də 2-si 5də 2 yazaq. Yəni vurduq ədədin hissəsini tapmaq üçün. Bərabərdir qadınların 8də 3-ü, 8də 3 qadın yazaq. Tamam mı? Burada sadələşdirmə apara bilərik. Sadələşdirmə nəticəsində bir cavab alacağıq. Məsələn, 16 kişi
15Q'dan tənasübdən istifadə etdik və bundan sonraki epizod sizə şeyi xatırladır. Məsəl üçün, deyək ki, 6200 ədədini 15 və 16 nisbətində hissələrə ayır. Düz mütənasib hissələrə ayır. Yəni, mən kişilərə 15 16x, 15x. bəli, Toplayıb qadınlara 6200 16x yazıb, aparıb burada Bəli, müəllim, yerinə buradan yazacağıq. getmək olar. Bəli, 31x Bəli, mən bərabər. sadəcə orada o necə gedir, evli olmağı eyni bərabər sayılmağı bilmədim. Aydındır. Buradan da bizdən soruşduğu şey qadınların sayıdır. 16-nı 200-ə vuracaqsınız və salam cavabı tapacaqsınız. Aha. Tamam, başqa sual. Müəllim, bir də 17-yə baxa bilərsiniz. Bəli, 17-də Niyə bax? Bəli, mən bunu sayın. variant seçməklə eləyirəm, amma o da uzun çəkir. Qısa Tamam. formasını bilmirəm. 17 elə burada yanındadır. Deməli, x Məxrəci bərabərdir. qruplara ayırmaqla. 15-də 1 yazılıb, üstə gəl 63-də 1 yazılıb. Bir dəqiqə, bu niyə gedir? 15-də 1, üstə gəl 63-də 1. Mən əslində bunu ona görə yazıram ki, sabahları sizə şeyi atanda, bunun rekordunu atanda, ən azından kitab olmasa da misalın necə verildiyini görə biləsiniz. O baxımdan bunu yazıram. Yoxsa mən birbaşa misalın həllinə başlayıram adətən. Burada y-i də bizə verir. 35-də 1, üstə gəl 99-da 1, üstə gəl 195-də 1. Əslində biz nə demişdik? Kəsirləri toplayarkən oturub ortaq məxrəc uzuncanı tapmayacağıq. Burada bir məntiq tutacağıq. Məntiq nədir? Məntiq odur ki, məsələn 15 3 vur 5-dən düzəlibdir. Birinci hal üçün yazıram. X bərabərdir hal üçün. 63 diqqət eləsək, 7 vur 9-dan düzəlibdir. Və bu onu göstərir ki, burada bəzi ədədləri y-in içində gizlədibdir. Əgər biz bunu müşahidə eləsək, dərhal bu ikisini toplamağı düşünəcəyik. X-dan y-i toplayacaq. Əgər biz bunu eləsək, vaxtımız çox getməyəcək. Məsələn, biz bunu qeyd eləyək burada. Deməli, topladıq, x üstə gəl y-i aldıq, bütün ədədlər yanaşı yazıldı. 15-də 1-i 3 vur 5 sürətdə 1, 35-də 1-i 5 vur 7 sürətdə 1 və bu forma ilə 63-də 1-i, birini ondan, birini bundan götürürəm. Niyə? O tip misalı düzəldir. Buna tip misal demişdik adına. Məsəl üçün 9 vur 11 99-da 1 deməkdir. Bu formada gedir. Fikir versəz 11 vur 13-dür. 143-də 1 və 195 13 vur 15 olmalıdır. 13 vur 15 olmalıdır. Sürətdə 1 və ən axırıncı 255 də olacaq bizə nəyi verəcək? 15 vur 17-ni verəcək. 16-nın kvadratından 1 çıxanda 255 alınır. Nəsə, bunu yazdım. Bu haldan sonra bu tip misalın sonucunu biz necə tapırdıq? Elə bərabər qoyun burada. 1 Birinci bölünsün ilə 3 çıxılsın 1 bölünsün 17, sonra Tamam. bölünsün 2. bir də belə eləyə bilərik. Ən kiçik ədədi 3-ü vururuq ən böyük ədədə 17-yə. Sürətdəkilərin hamısını toplayırıq. Neçə dənə varsa o qədər. 7 dənə olduğuna görə 7 dənə 1-in yazırıq bura. Deməli 3 dəfə 17-nin 51, 51-də 7 aldıq. Deməli biz nə tapdıq? X üstə gəl y tapdıq. Baxın bir dəqiqə bizdən nə soruşur? Biz x üstə gəl y tapdıq. Hə, bərabərkən hansı doğru? Əgər x üstə gəl y 51-də 7-dirsə, variantlara baxacaqsınız. 51-də 7. Məsələn, variantda x üstə gəl y 3-də 1 verib, demək yanlışdır. A variantında 7-ni mörtəzə kənarına alsaz, 7-ni mörtəzə kənarına alsaz, 51-də 7-ni vermir. Diqqətlə baxsaz görərsiniz, vermir. Məsələn, B variantında elə ki 13-ə vurulur. Burada da 51-də 7-ni 13-ə vursaq, təbii ki 17-də 5 verilməyəcək. Yox, verilmir, bəli, vermir. Qaldı D variantı, bir də C variantı. C variantında deyir ki 17-yə vursaz 2/3-də 1-i verəcək. Ya siz bu veriləni 17-yə vuracaqsınız, 17x aldığımızı, 17x üstə gəl 17y bərabərdir. 17 vurulsun 51-də 7. Bu 17-ni niyə yazdım? Çünki burada 51 3 vur 17-dən düzəlmişdi. Biz bunu gördük ki, burada ixtisara gedir. Burada qalır 3. 3-də 7 də 2/3-də 1. Deməli, doğru cavab sən demə. C variantında gizliymiş. Və bu həlli yolu bu formada.
Anlaşıldısa Müəllim, götür nəsə. test 4-də birinci suala baxa bilərik. Baxaq. Test 4, birinci sual. Siz qeydiyyatınızı aparın. Yəni, məsəl üçün, mən yazdıqca müəyyən qeydiyyat, bir də rekorduna təzədən baxa bilərsiniz, oradan tuta bilərsiniz. Tamam, keçdik növbəti suala. Test 4-də birinci. Məftilin bir ucundan 7-də 2 hissəsi qədər kəsilir. Ümumiyyətlə, məftil məsələlərində, kəsilmə məsələlərində orta hissənin sürüşmə məsələsi diqqətə layiq bir yer tutur. Məsələn, biz gəlin buna AB uzunluğunda bir məftil deyək. AB uzunluğunda bir məftil deyək. Məsələn, əvvəlcə mövzunun izahı üçün balaca bir şey verəcəm. Məsəl üçün, tutaq ki, biz belə bir şey baxaq. Məsələn, bunun uzunluğunu tutaq ki, vermişəm, atıram 20. Təbii ki, bunun orta hissəsi burasını A10'u 10 götürüb, OB-ni 10 götürə bilir. İndi biz bu məftilin bir ucundan tutaq ki, məsələn, 2 sm kəsək. Əgər 2 sm kəsib atsa, buradan bunu kəsib atsa, orta hissədə dəyişəcək. Necə olacaq? Məsələn, tutaq ki, bu kəsdiyim yerdə bir C adı qoyuram. A-dan C-yə qədər bir məftilim qaldı. Bu nə qədər qaldı? 18 qaldı. İndi bunun ortası təbii ki 9 olan yerə düşür. Yəni AO 9 olur, OC 9 olur. Əvvəlcə nə idi? AO 10 idi. İndi nə oldu? Yəni orta nöqtə kəsdiyim yerdən 2 sm kəsmişəmsə, onun yarısı qədər yerini dəyişdi. Özü qədər yox ha, yarısı qədər yerini dəyişdi. Bax bu qaydanı bilsək, bəzən bu məsələlərdə biz rahat olacağıq da. İndi bunu buradan sileyim. Məftilin bir ucundan 7-də 2 hissəsi qədər kəsdik. A, B məftili. Məftilin orta nöqtəsi 6 sm yerini dəyişdi. Demək 6 sm yerini dəyişibsə biz nə öyrəndik? Kəsdiyimiz yer 12 sm olacaq. Əgər orta nöqtə 6 sm yerini dəyişdisə, buradan kəsəndə 6 sm yerini dəyişdisə, demək kəsdiyimiz yer bunun 2 qatı olacaq. Onda belə çıxır ki, kəsdiyimiz 6 vur 2 olmalıdır. Yəni 12 sm. Aha, bunu bildiksə, bəli, bunu bildiksə, onda belə deyək. Orada deyir ki, məftilin bir ucundan 7-də 2 hissəsini kəsmişəm. Məftilin uzunluğuna 7-də 2 olan ədədi tapar. bəli. 7-də 2 hissəsini tapsaq 7-də 2x bərabərdir 12 yazacağıq. Burada 12 ilə 2-ni aparsaq 6-da 7 42. Demə məftilimiz 42 sm uzunluğunda imiş. Yəni bir dəfə tam öyrənsəz həmin şeyi, hər misalın özünə məxsusluğu var da, belə deyək. Ona görə çoxlu test işləməkdə çox böyük yarar görürəm. Belə. Sonra Test 6-da 9. baxaq, test 6-da 9. Aha. 9-cu sual. A parametrin hansı qiymətlərində kəsir? Bunu silək. Deməli, 9-cu sualda belə bir şey deyir. X kvadratı üstəgəl x üstəgəl 4 bölünsün 2x kvadratı çıxılsın ax. Fikir verirsinizsə, mən məsəl üçün bayaqki misalda da birinci ki qayda formasında dedik. Əslində testin üstündə qaydanı deməkdə fayda gətirir. Yəni ki, biri var öncədən deyəsən, o da fayda gətirir. Biri var ki, testin içində o qayda. Əgər zərurət olursa deyirsən. Deməli, bu Müəllim, mən sürəti məxrəcdən kiçikdir etdim. Sonra getdim, nəsə alınmadı. Tamam, biz də gedək, görək biz aldıracaq. Ümumiyyətlə düzgün kəsir dediyinə görə biz sürətin məxrəcdən kiçik olduğunu bilirik və bunu yazmalıyıq. Yəni bu qaydanı yazdıq. Ola bilər ki, bəzən görürsən ki, başqa bir yol da təklif olunur. Hələlik belə. Amma x-in natural qiymətini də axtarırıq da, düzgün kəsiri axtarırıq, belə bir şey. Və A parametrini soruşur ki, A-ya nə versək? Və orada aralıqdır. A-nın qiymətləri tək bir qiymət deyil. Tamam. Bunu həll eləməyə çalışsaq, 2x kvadratı ilə x kvadratı bizə x kvadratını verir, azaltdıq. Ax-dan x-i çıxanda hamısını sağa atıram. X-i çıxanda burada x-i mörtəzə xaricindən ala bilərik. Əgər çətinlik çəkirsinizsə əvvəlcə yazın, sonra təklif edirəm ki, alın. Böyükdür 0 və burada x kvadratı çıxılsın, x-i mörtəzənin kənarına alsaz, deməli 1 üstəgəl a olur. Gəlin yerini dəyişik yazaq. Yerini dəyişik yazaq. Deməli 1 üstəgəl a-nı bura yazaq. Vur x. Yəni bir kvadrat bərabərsizlik görürük burada. Kvadrat təmliyi bilən kvadrat bərabərsizlik də eləyə bilir.
İndi A-nın hansı qiymətlərində soruşur. Biz bunu həll eləməyə çalışırıq. Bunun da həlli ümumiyyətlə əgər parabolanın qolları yuxarıdırsa, biz bunu keçəcəyik təbii ki. Məsəl üçün belə deyək, tutaq ki, belə bir vəziyyətdir. Parabolanın qolları yuxarıdırsa, Müəllim, həmişə diskriminantı kiçik deyilir ki, kəsənləri olmasın. yox, biz bütün qiymətlərini axtarmırıq da. Eləmi? Hı. Yoxsa kəsənləri olmamalıdır. Baxaq, Hə. kəsənləri olmasın, onda diskriminant kiçikdir 0. A parametrin hansı Elə- qiymətlərində düzgün olmayan deyir özdə. Düzgün olmayan kəsir. Mən düzgün kəsir kimi baxıram. Yox, düzgün kəsir deyir müəllim 9-da. Elə mən ona baxdım. Bəli, bəli. Pardon, deyirəm. Tamam. Düzgün kəsir. Onda düzgün olmayan deyir. Tamam. Deməli, düzgün kəsir olmağını axtarırıq. Yəni ümumiyyətlə bərabərsizliyin həllini demək istəyirəm. Bərabərsizliyin həlli hər zaman mənfi sonsuzluq birinci kök olur. Birləşir ikinci kök müsbət sonsuzluq olur. Əgər belə deyək, tutaq ki, absisofunu iki müxtəlif nöqtədə kəsibsə, bu zaman köklərin arası kiçikdir 0 ödəyir. Yəni bunu indi şeyi keçəndə nədir onun adı, funksiyalar və s. bunu deyəcəm, bərabərsizlik deyəcəm. Tamam. İndiki halda bizə lazımdır bu bərabərsizliyin həlli. Diskriminantı tapmaq lazımdır. Diskriminantı tapanda 1 üstəgəl A-nın mörtəzə kvadratı, yəni B kvadratı mənfiyə fikir vermirik. Çıxılsın 4AC olduğuna görə 4 yazırıq. Bunu açsaq, A kvadrat alırıq. Üstəgəl 2A alırıq. 2A. Üstəgəl 1 çıxılsın 4-dən də 3 alırıq. İslahdan sonra. Bunu aldıq. Deməli, biz buradan nə fikirləşirik? Mənfi 3, 1. Tamam. Yəni əgər kökləri teoremi. tapsaq, mənfi 3, 1 Viet teoremindən tapırıq. İndi qalır burada biz diskriminantı kiçikdir 0 götürülməli idik, yoxsa diskriminantın kiçikdir 0 götürülməsi ümumiyyətlə doğru deyil. Diskriminantın kiçikdir 0 götürülməsi nə? Olmaz kiçik. Çünki kök altına gedir. X1, X2-ni tapanda D kiçik 0 olmur. Yox, bərabərsizlikdə o problem yoxdur. Məsələn, soldakı şəkli məsələn bu formada yazırıq. Yəni parabolanı tutaq ki, x oxunu kəsməyəcək şəkildə yazacağam. X oxunu kəsməsin. Məsələn, y oxu, bu da x oxu. Parabolamız tutaq ki, burada olsun. Bu formada olsun. Bu zaman bu hər hansı bir kvadratik funksiyanı xatırladır. Məsələn, bu diskriminantı 0-dan kiçik ola bilir, bütün qiymətlərdə düz gəlir. Yəni A-ya nə verirsən düz gəlir. Əgər biz o mənada götürsək, biz mənfi 3, 1 arasını alacağıq. Mənfi 3, 1 arasını alacağıq. Belə olan halda cavabı nə alacağıq? Mənfi 3, 1. Oldu mu? Aha. Bu nə deməkdir? Əgər A-ya mənfi 3-dən 1-in arasında, burada cümləyə fikir verin, x-in istənilən natural qiyməti düzgün kəsir olar. Yəni x-a nə verirsən ver düzgün kəsir olar. Deməli, bu onu göstərir ki, burada bu bərabərsizlikdə bütün qiymətlər ödəməlidir. X-in istənilən qiymətində düz gəlməlidir. X-in istənilən qiyməti üçün diskriminant kiçikdir 0 olmalıdır. Əgər bu cümlə olmasaydı, bəli, mən razılaşardım. Deməli, biz x-in istənilən natural qiyməti dediyinə görə diskriminantımız kiçikdir 0 olmalıdır ki, parabolanın qolları yuxarıda olsun. Yuxarıda olanda x-a nə verirsən ver, həmişə müsbət alınır. 0-dan böyük müsbət deməkdir. Bax, bunu da bərabərsizlikdə Allah qoysa, onun bir daha üstünə gələcək. Hal-hazırda bu misalda məcbur bunu belə eləməlisiniz. Oldu mu? Aydın. Bəli. D variantı olur. 15-ə baxa bilərik müəllim. Həmin testlər yəqin ki. Bəli. 15 hesablayın olan da doğrudur. Düz fikirləşin. Bəli. Tamam. Deməli 15-ci sual, topluda da buna aid sual var. Abituriyentin model jurnal testlərində düşmüş sual idi. Amma burada edib ki, əvvəlini biraz dəyişiblər. 3-ün kvadratı, 4-ün kvadratı, 5-in kvadratı, 3 nöqtə, üstəgəl 11-in kvadratı. Bu sürətlə verilib. Məxrəcdə hasillərdir. 2 vur 4, üstəgəl. Adətən belə sualları bir kəsir olanda yadınıza saxlayın ki, mütləq ixtisar getməlidir. Bir kəsirdirsə.
Mütləq ixtisari. Zaten bilirsiniz ki, bir kəsirdə bu neynəmə olar? Yəqin ki, vurğularına ayrılıb ixtisar gedəcək. Adətən belə misallarda da bu cürləmə. Cavab həmişə 1 verir. Amma indi biz baxaq görək, birdən 1 verməz. Demək 3-ün kvadratını yazıldı bura. Ən axır. Əgər mən düz köçürdümsə. Tamam. İndi ümumiyyətlə 2 vur 4-ə diqqət eləyin. 2 vur 4 2 vur 4 3-ün kvadratından bir əskikdir. Həmişə ardıcıl cüt ədədlərin hasili onların ədədi ortası ki var, 2 ilə 4-ün ədədi ortası ki var, onların, yəni ortasında dayanan ədədin kvadratından bir əskikdir. Niyə? Çünki 2-nin yerinə 3 çıx 1 yaza bilərik, 4-ün yerinə 3 üstə gəl 1 yaza bilərik, müxtəsər vurma düsturundan da A kvadratı çıx B kvadratından bunu ala bilərik. Əgər biz bunu biliriksə, normal şəkildə, desəz ki, indi bəs burada məxrəcdə 3 vur 5 var, onu neynəyəcəksiniz? Ardıcıl tək ədədlərdə də eyni qayda keçərlidir. Yəni, ədədi ortasının kvadratı çıxılsın, deyə bilərsiniz ki, həmişə 1 olacaq. Əgər ardıcıl cütdürsə, ardıcıl təkdirsə, təbii ki, el olacaq. Burada da yoxlaya bilərsiniz. Məsələn, əgər şübhəli durum varsa, 4 çıx 1, 4 üstə gəl 1. Baxın, gördüyünüz kimi 4-ün kvadratı çıx 1-i verdi. Əgər bunu tam anlaşıldısa, biz məxrəcdəki ədədləri gəlin kvadrat kimi yazaq. Buranı sildim. Deməli, onda sürətə dəyməyəcək. Elə olanda sürətə dəymirik. Sürətə dəyməsək, belə bir şey yazacaq. Deməli, məxrəcdə olacaq 3-ün kvadratı çıx 1. 3-ün kvadratı çıxın, 4-ün kvadratı çıx 1. 5-in kvadratı çıx 1. Deməli, belə bu qayda ilə getdik. 11-in kvadratı çıx 1. Aferin, 11-in kvadratı çıx 1. Bu 3-ün kvadratı da elə qalsın. 9-dur, amma qalsın. Yuxarıda həmin nə yazılıb odur. Davam eləsək, Onlar nə ixtisar görürük? gedəcək, plus 1-lər neçə dənədir onu tapmalıyıq. Minus 1-lər daha doğrusu. Bir də axırda 3-ün kvadratı var. Çox Mənfi maraqlıdır. 8 plus olacaq 9. Oradan da 1 qalacaq. 1 bölünsün 1, 1 olacaq. Onda bunu 9 eləyək. Bu 9 qalsın. Mənfi Buradakı- 1-lər də 8 dənə olduğu üçün. Aha. İndi onun 8 dənə olduğunu hardan bildiniz? Çünki 3-dən sonuncu 11-in 11 arası. deyil. Bəli, Sonuncu 3-dən 10-dur, 10-dur. 3-ü. Hə, belə də baxa bilərik. 3-dən 11-in arası kimi də burada baxa bilərik. Əvvəldən də Bəli, baxa bəli, bilərdik. Bəli, razıyam. Əvvəldən də baxa bilərdik. Yəni 3-də başlayıb 11-də bitirmisənsə, elə bil ki, burada 1-dən başlasan Mənfi 11 dənə səkiz. olurdu. 1-2-ni çıxırsan 9 dənə olur axı. Yox. Məsələn, 3-də 9 başlayıb dənə olur 11-də müəllim. bitirən adam. 9 olur. Bəli. Biz ya sondan əvvəli çıxmalıyıq, aradakı fərqə bölüb özümüzdən 1 əlavə eləməliyik tapmaq üçün. Burada 9 dənə var. Ya da sadəcə məntiqi yolla 1-dən 11-ə kimi olsa 11 dənədir. 1-i 2-ni silsək, yəni 2 dənəsini silsək, 11 dənə yox, 9 dənə olmuş olacaq. Və burada ən axırda bunu yazsaq, orada 9, mənfi 9 bu 9-dan gedəcək. Demək ki, bunu orada 9-u ona görə veriblər ki, bunlar bir-birini götürsün. Və sürətdə eyni şey olur. Məxrəcdəkinin ta kəndisi. Və yaxud Əgər ki, məxrəcdə. mənfi 8 olsaydı, üstə gəl 9-da orada plus 1 qalacaqdı, ixtisar gedə bilməyəcəkdi. Bəli, bəli. Ona görə də biz Çünki burada 11 diqqətli kvadratdan olmalıyıq. sonra üstə gəl 1 yazacaqdı. Gedə Məncə bilməyəcəkdi. tam doğru. Bəli. Elə bir şeydir. Bunu belə düşünəcəyik. Yəni burada bəzən yuxarını açırlar. Məsləhətim elə aşağını, yəni 2 vur 4-ün 3-ün kvadratı çıx 1 olduğunu görürsünüzsə, elə yazın. Və yaxud da niyə açım ki, 3-ün kvadratı 9 yazım, 16 yazım, özümü cəncələ salım. Sonra Test 7-də 11. test 7. Tamam. A-nın neçə tam qiymətində bu sualda yəqin ki. Bəli, bəli. Deməli, test 7-də 11-ci sualda bizə deyir ki, Sürət ilə məxrəci bölgü A kubu gedir. Yerdə qalıq bizə 64A plus 216 qalır. Bizə də tam qiymət alınmalıdır axı. O qalıq olmamalıdır. bəli, Mən də düşündüm ki, o qalığa 0 desək. bu 3-dür. Tamam. Bir də mən də baxım. Deməli, biz əgər A-nın neçə tam qiymətinə kəsin qiyməti tam ədəddir deyirsə, A-nı da 4-dən kiçik bərabər götür deyirsə, biz əvvəlcə bölürük, doğrudur. A kubuna böldük, bir dəfə düşdü. 64 A-nı A kubuna bölsək əgər, 64 A-nı A kubuna bölsək, 64 bölü A kvadrat olur. Görək bu yol doğrudurmu? Və 216 imiş bu. Bir dəqiqə. 216. Bəli, bu 216-dır. 216 bölünsün A kubu qalır.
Bu belə. 216 bölünsün 6. Aha. Əgər A-nın tam qiymətini istəyirsə, kəsrin də cavabını tam ədəd istəyirsə, bizim burada işimiz nədir? Məsələn, A elə bir ədəd olmalıdır ki, 64 ona bölünsün. 64-ü 8 bölünsün A-nın mörtəzə kvadratı ilə fikirləşə bilərik. 216-nı 6 bölünsün A-nın mörtəzə kubu kimi də fikirləşə bilərik. Yəni bunu belə fikirləşmək çox vacibdir ki, yəni səmərəliliyi artırar. 8-in bölənlərini 6-nın. Bəli. Səmərəlilik artdı. 8-in bölənləri 6-nın bölənləri nə etməlidir? Eyni anda, yəni 8 ilə 6-nın bir növ əbobu bilinməlidir. Əbobu, bəli. 6 ilə 8-in əbobu bizə lazımdır əslində. Deyə bilərsiniz ki, 1 bəs olmaz. Təbii ki, 1-i götürəcək. Yəni burada əslində çox ədəd yoxdur. Məsələn 1, məsələn bəzən görürsən ki, mən Mənfiləri də götürməliyik deyə. mənfiləri də bəli, mənfi 1. Mənfi 1. Yəni 1, mənfi 1, burada problem yoxdur. Yəni bir baxmaq məncə daha məsləhətlidir. Bəzən mənfiləri unutmaq olur, unutmayın. 2, amma A-nın 4-dən kiçik olduğunu da nəzərə alacağıq. Yəni 4-dən o yana baxmayın. Bu 4-də olacaq onda. 2-də alınır, alınır. Mənfi 2-də də alınır, alınır. 3-ə bölünmürlər, 4-də olmur. Bəli, 4-də bölünmür, 6-nı 4-də böləndə vergüllə də alınır. Çünki cavabı da tam istəyir axı. O baxımdan biz burada dayanırıq, 4 dənə ədəd tapdığımızı görürük. Amma biz əbov tatsaydı 8-dən 6-nın əbovu 2 olacaqdı. Bir dənə 2-ni götürsək və yaxud mənfi 2-ni götürsək, 1 və mənfi 1 yaddan çıxacaqdı. Belə çıxır ki, ortaq bölənlər içərisində ən böyüyü zaten 2-dir. Ortaq bölənlər içərisində ən böyüyü 2-dir. Deyək ki, təbii ki, 2 varsa, demək aşağıya da bölünə bilər. Çünki bütün ədədlər 1-ə bölünür. 1-i də unutmamaq lazımdır. Başqa? 18. Həmin testdə də yəqin ki. Bəli, test 7-də 18. Test 7-də 18-ci sualda deməli, A bərabər idi 6x bölünsün 2x üstəgəl y-dir. A-nın ala biləcəyi qiymətlərdən xəbərimiz olmalıdır. X, Y 2 rəqəmlədir. Mən bunu fikirləşsəm ki, məsəl üçün A-nın 1 olması zaten mümkündür. Niyə? Çünki 6x nəyə bölünməlidir? 2x üstəgəl y-ə bölünməlidir. Tam şəkildə bölünməlidir ki, A tam çıxsın. Bunun da bölünməsi nə baş verə bilər? 6x 2x üstəgəl y-ə bərabər ola bilər də. Bir hal budur, birinci hal. Çünki bərabər olsa, məsələn, 10-u 10-a bölsəm 1 eləyir, 8-i 8-ə bölsəm 1 eləyir. Buradan da nə tapıram? 4x bərabər y. Y 4x. Yəni, bu mümkündür. Niyə mümkündür? Baxın, x-a 1 verə bilirsən, x-a 1 verəndə y-i rəqəm olaraq tapırsan. Hətta 2 verəndə rəqəm olaraq tapırsan. Bizə indi bu maraqlı deyil. X-in neçə belə qiyməti? Bizə maraqlıdır. A 1 ala bilirmi? Ala bilmirmi? Ala bilməsi də hansı qaydaya əsaslanır? Sürətin məxrəcə bərabər olması qaydasına əsaslanır. Buradan belə bir sual yaranır. A mənfi 1 ola bilərmi? Gəlin bir dənə buna fikir verək. A-nın mənfi 1 olması üçün nə lazımdır? Məsəl üçün, sürət mənfi, məxrəc müsbət olmalıdır. Bu da mümkün deyil. Sürət müsbətdir, məxrəc müsbətdir. Demək, onda A-nın mənfi qiymətlərinə baxmadan A-nın 2 ala biləcəyini düşünürük. Deyə bilərsiniz ki, bu uzun çəkəcək. Xeyr, rəqəmlər məhdud saydadır deyə biz fikirləşirik ki, A 2 ola bilər. 2 olması üçün sürəti məxrəcə böləndə 2 eləyirsə 12x. Bəli. Əgər 12x bərabər 2x plus y. mən də elə fikirləşirəm. Elə düzgündürmü, yoxsa yox? Bunu bir də fikirləşəcəyik. Məsələn, tutaq ki, sizin dediyiniz kimi yazdım. 12x bərabər 2x üstəgəl y. 6x bölünsün 2x plus y-i 1 götürdüksə, onun 2 qatı olması üçün 10 2-yə vurmalı olmur o. Aha. Mən elə fikirləşdim. Əgər elədirsə, belə bir cavab almış olacaq. Belə bir cavab. İndi deyə bilərsiniz ki, Y bərabərdir 10x. Y bərabər də 10x olur. Yəni yerinə qoyun bir dənə. 12-i yerinə qoyun. 12-i yerinə qoyanda görürsünüz tərsinə demişsiniz. Baxın Y-i Bəli, 2 olanda 2-ni 2x plus y-ə vurmalıyıq axı. Bəli. Yəni yerin tərsinə deyin. Tərsinə deyiləndə baxın səhv olacaq. Biz deməli nə etməliyik? Biz deməliyik ki, yuxarı böyük ədəddirsə, bəli, kiçiyi vurmalısınız ki, gəlsin böyüyə çatsın. Yəni 2x üstəgəl y-i 2-yə vurmalısınız ki, siz 3x desəydiniz razılaşacaqdı. 3x demədiniz, 12x. Yəni burada 2x üstəgəl y-imiz olmalıdır 3x-a bərabər.
Buradan da x-i y-ə tapdıq bərabər. X-in y-ə tapılması halları çoxdur, amma bizə maraqlıdır ki, A2 ala bilir, yoxsa ala bilmir. Deməli, A-nı 2 də götürə bilirik. Və növbəti A-nı 3 tapmaq. A-ya 3 verək. Baxaq görək A3-də ödəyirmi? 3 olması üçün bu dəfə 2x-y nəyə vurmalıyıq? 3-ə. Və yaxud da 2x-y nəyə bərabər götürməliyik? 2x-a. Yəni, sürəti 3-ə bölürsünüz. Ki, sürət böyük adamdır, atadır, məxrəc oğuldur. Məsəl üçün, ata oğuldan 3 dəfə böyükdür. Bu halda biz onların bərabərlik halı üçün ya uşağı 3 dəfə böyütməlisiniz, ya da atanı 3 dəfə balacalatmalısınız. Budur qayda. Doğrudurmu? Aha, burada əgər biz buradan hesablasaq y nə alırıq? 0. Y 0 ola bilərmi? Ola bilər. Baxın, təklikdə dayanır. Ola bilər. Deməli, bu halda da A-nı 3 tapırıq. Desəz ki, bəs davamı varmı? Yoxdur. Niyə yoxdur? Gəlin, maraqlı bir sual. Biz hər dəfə nə edirik? 6x-i gəh 2-yə bölürük, 6x-i gəh 3-ə bölürük. Belə yazırıq. Amma Belə da deməli, olmayacaq. mənfi olar 4 qoysaq. Mənfi də orada ola bilməz. X, Y-də mənfi ola bilməz. Məsələn, 6x-i 6-ya bölüb x-a bərabər götürmək də mümkün olmur. Yer mənfilər yaranır. Tam doğru fikirləşirsiniz. Yəni, get-gedə bu 2x, gördünüz, burada 3x oldu. Əvvəlcə 4x oldu, sonra 3x oldu proses. Yəni, 2x-a çevrildi. Düzdür, burada y bərabər 4x almışıq. Doğrudur. Amma məsəl üçün, yəni 2x üzəri y-in cavablarının, əvvəlcə daha doğrusu 6x, baxın burada 2x üzəri y-i nə tapmışdıq birincidə? Birincidə tapmışdıq ki, 6x. Sonra nə elədik? 3x-a bərabər götürdük, gördüyünüz kimi. Hal-hazırda nəyə bərabər götürdük? 2x-a. Bu zaman y get-gedə balacalaşdı, 0 oldu. İndi təsəvvür edin ki, əgər biz 2x üzəri y-i götürsək, məsələn deyirəm, məsəl üçün 6x-a bərabər götürsək, 6x deyirəm, x-a bərabər götürsək, bu zaman x bərabər mənfi y olur. Bu da şərtə ziddir. Deməli, belə qiymətlər 3-də nədir? Yəni, bu tipli soruları eləyəndə məhdud sayda olduğunu bilin. X, y-in qiymətləri çox ola bilər. Məsəl üçün, adı ikincidə nə yazmışam? İkincidə yazmışam ki, x, y-ə bərabərdir. Yəni, 1, 1, 2, 2, 3, 3, 4, 4, 9-a kimi hamısını yazmaq olur bura. Yəni 9 dənə burada vəziyyət yaranır. 9 dənə belə cütlük yaranır. Hələ birinciyə baxmaq lazımdır. 2 dənə oradan yaranır. Məsəl üçün bu formada bu tərəfdə üçüncüdə y 0 olur, amma x hər şey ola bilər. Məsəl üçün 1, 0, 2, 0, 3, 0 görürsünüz. Burada da 10 dənə belə hal yaranır. Başqa sual varsa eləyək. 15-ə baxaq müəllim. Həmin içində. 15 məxrəci 2 üstü m olan. Doğru. Buna baxaq. Deməli 2 üstü m, 2-nin üstü m, vur 9. Məxrəcdir bu. Yəni qoy yerə kəsir çəkim. Sürətdə nəsə var? Düzgün kəsirlərdir. Düzgün kəsirlər. Deməli düzgün kəsirlərin sayı 31 dənədir. Tamam. Buradan biz nə qərar verəcəyik? Əgər buradakı say 31 dənədirsə, düzgün kəsir, sürətdə x qoyun. Sayı 31 dənədirsə, onda nə deyə bilərsiniz? Məsələn, kimin fikri var ki, məsələn, məxrəc neçə olmalıdır ki, bu düzgün kəsirin sayı 31 dənə? 32 vuraq. Tamamilə doğrudur. Onda 2 üstü m vurulsun 9-un qiyməti 32 fikirləşilməlidir də ki, 32 dənə olmalıdır. Tamam, 32 halda biz bunu necə çözərik? Məsəl üçün 32 2-nin üstü 5-dir. Tamam, 2 üstü 5-dir. Bəs burada 9 nə gəzir? Bu 9 nə deməkdir? Sizcə? O ixtisar getməlidir. Aha. Əgər bu nətər olacaq? 31 dənə verib Müəllim, sonlu onluq düzgün kəsir deyirsə, məxrəc 2 və 5-dən tamamilə ibarət doğrudur. Deməli, gördüyünüz kimi burada bir ziddiyyət X-in yaranır. yanında 9 da vuraq olmalıdır. Bəli. 32 vuraq 9 da olmalıdır. Burada çünki cümləyə fikir versəz, sonlu onluq düzgün kəsirlərin sayı 31 dənədir. Yəni, bütün düzgün kəsirlərin sayı 31 dənə ola bilməz. Yoxsa səhv çıxar. Deməli, sonlu onluq düzgün kəsirlərin sayı deyir. Onda biz belə bir qərara gəlirik. Burada sonlu onluq düzgün kəsirlərin sayı, bunu bir də işarə qoyaq, sonlu. Sonlu olanlar 9-dan ixtisara getməlidir. Onda belə çıxır ki, 9 vurulsun neçə yazmalıyıq? 32 yazmalıyıq. 9 vurulsun 32 dənə olmalıdır. Məxrəcin 9 vur 32 olması lazımdır. İndi bunu yoxlayarıq. M-nı 5 tapırıq. Baxın, M-nı 5 tapdıq. Gəlin yoxlayaq. Əgər 2 üstü 5 vur 9 verilibsə,
Təbii ki, sürət 205/9-dan 1 əskik olur. Yəni 32/9-dan 1 əskik olur. Lakin sonlu olanlar hansılardır? 9-dan ixtisara gedənlər. Bayaqları mən sizə dedim. Məsələn, 1 dənə 9 ola bilər sürətdə, 2 dənə 9 ola bilər sürətdə. Ta neçəyə kimi gedəcək? 32 dənə 9-a yox, 31 dənə 9-a. Bu da onu göstərir ki, 31 dənə olanda biz 32 dənə fikirləşməliyik. Yəni bu formada. Tamam, əgər bunu başa düşdüksə, yəni məxrəc m-nın 5 olduğunu tapa bildiksə, burada biz başlayacağıq sualın davamına. Sualda deyir ki, eyni məxrəcli, yəni bu 205/9 məxrəcli düzgün kəsirlərin, sonsuz dövrü onluq kəsirlərin sayını. Sonsuz dövrü onluq kəsirlər nə deməkdir? Sonsuz dövrü onluq kəsirlər Sonsuz sonlu. sürət, yəni nə deməkdir bu? Yəni məsəl üçün mən desəm ki, gəlin sürətə 1 qoyaq, məxrəc 9 vurulsun 32-dir də. Düzdürmü? 288. Məxrəc 288, sürət 1. Bu sonsuz olacaq. Nə üçün? Çünki məxrəc virusludur. 9 vurum var. 9 var. Bəli. İçəridə 3, 7 falan 5. Demək 2 ilə 5 olarsa sonlu olur, digərləri isə biz bunu necə tez tapa bilərik uşaqlar? Biz bunu tapmaq üçün sonluları tapsaq, sonsuzları tapa biləcəyik. Sonluları necə tapırdıq? Sonluları virusları qoyurduq da 1 dənə 9, 2 dənə 9. Əslində bu da burada yazılıb. Yəni burada yazılıb da 31 dənədir. Düzdür? Tamam. 31 dənə ədəddə sonlu olur. Deməli yazıram. 31-də sonlu olacaq. Tamam. Düzgün kəsirlərin sayı nə qədərdir? 2/5/9-dan 1 əskik. Doğrudurmu? Bundan 31 dənəsi sonludursa, 31-ini çıxsaq, yəni məsəl üçün 100 dənədirsə 31-ini çıxmalıyam da, qalanları sonsuz olacaq. 2/5/9 bayaq dedim, 32/9-dan 288-dir. 288, biri də 31-dən birləşdirib 32-ni çıxmaq lazımdır. Onda 256 cavabını. müəllim biri niyə çıxdınız, bir də deyə bilərsiniz. Bəli. Düzgün kəsirlər məxrəcdə 288-dirsə, məxrəc 288-dirsə, məsələn neçədən düzgün kəsir olar? Məsələn sürət tutaq ki, 287. bəli. 287. O Yəni hər birinin məxrəcdə biri ona görə çıxırıq. Bəli, biri ona görə çıxırıq ki, 287 dənə düzgün kəsir var. Onun da 31-i sonludur. Yerdə qalanı təbii ki, sonsuz. Sonra varmı başqa? Əgər yoxdursa, mən artıq yeni mövzuya keçid edəcəm. Köhnə mövzu ilə bağlı yenə deyirəm, çalışmaq lazımdır ki, mütləq 19-a baxa bilərik. həmin səhifədə 19. Bəli. Birinci boru məsələsi. Aha. Baxaq. Birinci boru boş kisəni filan dəqiqəyə doldurur yazır, dəqiqəsini verir. Deməli, x üstəgəl 2y, yəni naməlum bir ifadə veribdir. Bu qədər dəqiqəyə birinci boru doldurur deyir. Bu dəqiqələr dəqiqəyə. Tamam. İkinci boru həmin kisəni də doldurur, boşaltmır. O da deyir ki, x minus y dəqiqəyə doldurur. Hər ikisi doldurur. Borular birlikdə boş kisəni 1 dəqiqəyə doldururlar. Normalda biz doldurmanı tapmaq üçün nə edirik? 1 bölünsün yazırdıq. 1 bölünsün birincinin gücü, deyək ki, bu hissə alınır. Üstəgəl 1 bölünsün x sıx y-də növbəti hissəni o birisi doldurur. Bunları bir yerdə toplayanda, 1 dəqiqə ərzində görülən işi tapmış olur. 1 dəqiqə ərzində görülən işi. Məsələn, belə yazıram. Əgər biz a dəqiqəyə doldururduqsa, 1 böl a-ya bərabər götürürük. İndi burada bizə deyir ki, 1 dəqiqəyə dolur da, 1 dəqiqəyə dolursa mən elə bunu 1-ə bərabər götürə bilərəm. Demək, 1 dəqiqədə iş bitəcək. Bütün hissə dolacaq. Tamam. Əgər biz bunu yaza bildiksə, bu yazılış şəklidir. Sonra birinci boru təkdə boş kisəni neçə dəqiqə doldurar? Təbii ki, biz bunu tapmağa çalışırıq ki, görək bu neçə dəqiqədir də. Yəni birinci boru təklikdə neçə dəqiqə doldurar? Yəni x üstəgəl 2y çıxır 12. İndi bunu eləmək üçün nə etmək lazımdır? Məsəl üçün, fikir varmı? X, y tam ədəddir. Bunu unutmayaq. Çünki ən vacib məqam burasıdır.
X yoxsa bu tənliyi necə çözəcəksiniz? Müxtəlif ədədlər ala bilərsiniz. Demək X, Y tam ədəddir. Tam ədəd olduğuna görə mən belə fikirləşirəm. Mən öz fikrimi deyim. Ya da siz deyin, sonra mən deyim. Varmı fikriniz? Ortaq məxrəci gətirə bilmərik, müəllim. Yox, Məsələn, estağfurullah. çox deyə Çox bilmərik. uzun bir İstədiyi seçəndə bir verir. necə belə deyin? Deməli, 1/2 plus 1/2 yəni istədiyi seçəndə yalnız 1 verir. Biz ellərin məsələn 1 Sizin verir. internetdə zəiflik var, yəni səs qırılır, yəni şey deyər, belə deyək, aydın eşidilmir. Ayrılıqda 2-yə bərabər götürə bilərik. 2-də 1 İkidə- plus 2-də 1. Bəli, 2-də 1 üstəyə 2-də 1 biri verə bilər. 2-də 1 üstəyə 2-də 1. Burada biz nə edəcəyik? Biz deyəcəyik ki, x üstəgəl 2y çıx 12 bu 2-ni verməlidir. Çünki 2-də 1 üstəyə 2-də 1. X çıx y-də 2-ni verməlidir. Aydındır? Bu formada götürə bilərik. Məsələn, kimsə deyə bilər ki, biri niyə 4-də 1 üstəgəl 4-də 3 olsun? Zaten sürət 1-dir. X, Y tam ədəddir. Tamla tamın cəmi fərqi tamı verəcək. Burada da tamdan tamı çıxanda tamı verəcək. Burada bir dənə bir əmma ola bilər. O nə ola bilər? Bəlkə biri mənfidir. Məsələn deyək də. Məsələn, mənfi 2-də 1-dir. O birisi dənsə mənfi 2-də 1, o da alınmayacaq. Çünki mənfi üstə mənfi Onlar gələndə. saatdılar, yəni saat mənfi olur. Hə də, yəni ki, demək ki, o da düzgün deyil. Demək ki, biz burada ancaq 2-də 1 üstəyə 2-də 1 fikirləşməliyik. Və 2 dəqiqəni tapmışıqsa, demək cavab da bu olacaq da. Çünki bizdən nə soruşur? X üstəyə 2y çıx 12-ni soruşur. Əgər biz onu soruşursa, deməli bunu davam etməyə dəyməz. Amma məsəl üçün mən soruşsaydı ki, məsələn soruşsaydı ki, x-i tap, y-i tap, məsəl üçün belə bir şey, onda mən sistem təmlik kimi x üstəyə 2y bərabərdir 14 yazardım. Y-də 4 tapardıq. Ay sağ ol. Sonra buradan tərəf-tərəfə çıxa da bilərəm. Çıxanda 3y bərabərdir 12, y-i 4 tapa bilərdim. Y-i 4 tapandan sonra x-i da yerinə qoysam x-i 2 tapacaqdı. 4-ü 2-nə tapacaqdım. Amma indi sadəcə olaraq məndən x üstəyə 2y çıx 12-ni soruşuram. Yəni mən heç buna ehtiyacım yoxdur. Çünki bildim ki, bu 2, bu da 2-dir və salam. Yəni bu maraqlı bir sual tipidir. Yəni bu formada 2-də 1 üstəyə 2-də 1 və biri nəzərə alıb getmək lazımdır. Desəz ki, bunun birdən başqa cavabı olar. Ola bilməz. Əgər mən bunu tapmışamsa, məsəl üçün düz gəlirsə, demək bunun başqa cavabı olmamalıdır. Orada demir ki, fərqli cavablar varsa hamısını götür. Belə demir. Tamam. Müəllim, 20-yə də baxa bilərik. Baxaq. Altındakı sualı. Deməli, 20-ci sualda 140 faktorial bölünsün 7 üstü n deyə bir sual verib. Amma ədəd yenə tam ədəddir. Burada yazıram tam. Müəllim tam deyirdi, elə 1-dən 140-a qədər içərisində 7-yə bölünənləri hesabladım mən. Bəli. 7 Düz üstü elədim. neçə yaza bilərəm? Onu da ancaq bölmə ilə tapılır. Ümumiyyətlə, əgər sadə ədəddirsə, 7-nin üstünü 7 sadə ədəddirsə, 7 sadə ədəddirsə, neyniyə bilərik? 7-yə bölə bilərik. Məsəl üçün, mən bilirəm ki, 140 faktorialın içində neçəsə 7 olmalıdır. Yəni 7-yə bölünənlər olmalıdır. Mən onda 7-yə bölə bilərəm. Baxın, belə bir qayda. Burada 20. 20-ni təzədən 7-yə bölə bilərəm. Bu elədi, deməli, 2 dəfə 7-nin 14. Qalıq 6. Qalığa baxmırıq. 6 qalır. Deməli, 2 7-yə bölünmədiyinə görə bu 22. 22 dənə 7 vuruğu var orada. 22 dənədir ha. 22 dənə. Məsəl üçün, bunu tapdım ki, 140 faktorialın içində 22 dənə 7 vuruq var. İndi bizə hansılardır? 7-dən bir dənə, 7 üstü 2, 7 üstü 3, yəni bunlardır da. Hara kimi? 7 üstü 3, bunları toplayacağıq. Çünki bunları toplayacaq. 7 üstü 22. Hələ ki, belə fikirləşmişəm. Amma bilmirəm, doğru fikirləşirəm, yoxsa səhv fikirləşirəm. İndi, bu səhv olacaq. Çünki 7 üstü 22 olmaz. Demək, burada nəsə başqa bir şey var. Amma nə? Kim deyər? Müəllim, elə o 140-ın içində 7 üstü 22 dənə olmayacaq ki. Neçə dənə? Yəni bir bura elə 22 dənə. Yox, 23-dən 7 çox olur. Yox, səhv. Məsələn, biri var n-nı tapın. Mən əslində nə tapmışam? Bax, indi gəlin maraqlıdır. Bunu fikirləşək ki, biz əslində nə tapmışıq? Biz əslində, məsələn, 7-ni 22 dənə olmasını tapmışıq, amma cəmini istəyir.
7-dən 22 dənədir. Bəlkə 7, 7, Müəllim, biz 7, onda 1-dən 22-yə qədər ədədlərin cəmini tapacağıq. 22-dən 7-nin cəmini yoxsa? Yox. 1-dən çünki bizdə n-in ala biləcəyi deyil. 7 üstü 1, Aha. 7 üstü 2. Yəni Aferin, doğru. 1-dən 22-yə Doğru. qədər. Doğru. Yəni biz əslində bir başa düşdük ki, bu 22 dənə 7-dən ixtisara gedəcək bir ədəd var da, orada tam ixtisara gedəcək ədəd var. Yəni tam ədəd alınacaq. Biz n-ləri tapdıq ki, n 1 ola bilər, n 2 ola bilər. Bunları tapmışıq əslində. N 3 ola bilər və bizə də əslində bunların cəmini soruşacaq uşaqlar. Yəni biz məsəl üçün yanlış fikirləşsək heç nə ala bilmərik. 1-dən 22-yə qədər ədədlərin cəmini tapmaq üçün biz normal qaydada İstəcələ 22 bölünsün 2 vurulsun. bəli. N vurulsun n plus 1 bölü 2, yəni ədədi silsilə düsturudur. Bəli. Bölünsün 2 vurulsun. 22. Bəli. Yəni ya n vur n plus 1 bölü 2 kimi hələlik yadda saxlayırıq, ya da ədədi silsilə A1 üstəyə AN bölü 2 vur n düsturundan yadda saxlayırıq uşaqlar. Buradan 11, 23 11-ə vuranda 200, orada 3-ü toplayırsan, yəni 5, 3, yəni 11-ə vurma qaydası 2 rəqəmli ədəddə çox rahat. Tamam. 53. Bəli, belə eləyəcəyik. Bəli. Müəllim, Bəli. test 8-ə 7-yə baxardıqda o cür misallar rastımıza çox çıxır və Bəli. çətinlik təkrar. Yaxşı ki, verdiniz. Məsələn, əgər mütləq həm müxtəlif tipli sualları verməkdə lazımdır. Baxın, bu cür sualları necə eləyəcəksiniz? Mən bunu dərsi izah edəndə danışmışdım, amma burada 2 üstəgəl 2 çıxılsın deyildir. Yəni mən Müəllim deyim orada nə olacaq? Bizdə 2 Buyurun. hamısı üstəgələ olanda birinci qalır, bütün sürətə yazırdıq x-i. Amma bəli, burada plusu da minusu da yazacağıq. Sonrakı aferin. 1 plus 1 minus sonra yazacağıq Sizin x-i. adınız nə idi deyən? Zeynəb. Hə, əla. Əla Zeynəb müəllimə. Tam doğru. Çünki biz normalda əgər dövrü axtarırıqsa, təkrarlanan bir şey axtarırıqsa, məsələn 2 üstəgəl 4 hələ təkrar olmayıb. Çünki burada 2 çıxılsın da var, Zeynəb müəllimin dediyi kimi. Ona görə də bunu da yazandan sonra iş tamam, təzədən təkrar başlayır. Ona görə bura x qoyub, cavabı da x qoyuruq. Hə, bunu da həll eləmək üçün məncə hər tərəfi 4-ə vur, rahat olsun. 4-ə vurdun 8 üstəgəl 4-lər gedib burada qalır 2 çıxılsın x bölü 4 bərabərdir 4-ə vurduq 4x 8-dən 2 10-u verdi. Məsələn yenə hər tərəfi 4-ə vuracaq. Məsələn məndə belə xassiyyət var, bir görsən ki, elə bərabər hər tərəfini məxrəcə vururam, getdi. 40 çıxılsın x 4-ə vurdum 16x. Səhv eləmədimsə. 17x bəbidir 40. 40 bölü 17 cavabı varmı? Var. 40 bölü 17 al. 40 bölü 17 də bizə nəyi verəcək? 2 tam 17-də 6-dır. Bu da Y variantıdır. Yəni belə cavab təsadüfən alına bilməz də. Məsələn hesabladım 40 bölü 17 səhv almışam, amma cavabda da görürəm. Yəni belə bir şey mümkün. X bölü 4-ü nə ilə əvəz elədik ki, x bölü 4 yazdıq sürət? Hə. Bu yəqin siz keçən dərsdə olmamısınız bəlkə də ya da olmamısınız. Xeyr Hə. olmamışam. Hə, onda o şeyinə rekorduna yaxşı baxsaydınız, yəni orada demişəm buna aid. Yəni dərsin sonunda, son 40 dəqiqədə yeni dərsin izahına keçəndə demişəm. Baxın indi bir də deyirəm. Məsələn biz belə tipli misallara 1x deyəcəyik. Çünki bunu bilmirik. Cavaba suala x deyəcəyik. Lakin sualın içindəki 3 nöqtə qoyduq. Bu əslində bir sonlu qiyməti olarsa bu misalların əslində həlli var. Sonlu qiyməti. Biz yəni bu cür misallara sonlu qiyməti var deyə yanaşırıq. Tamam. Burada biz nə edirik? Bir dənə təkrar axtarırıq ki, nələr təkrarlanır. Sən deyirsən 2 üstəgəl, məsələn kəsr xətti məxrəcə 4, sürətdə 2 çıxılsın, yenə kəsr xətti 4 və s. Ondan sonra eyni şeyi təkrar deyəcəksən. Eyni şeyi əgər təkrar deyəcəmsə, mən o ki ümumiyə x demişəmsə, o eyni şeyin bir dəfə olanını yazıram, yenə qalanına x deyirəm. Yoxsa məsələni çözə bilmirik. Yəni buradakı məsələdə bax bu hissə yox. Bu hissə ki var, həmin misalın təkrarıdır. Ona görə də biz
bir hissəni yazdıq. Bu misalı əgər görməsəydiniz, yəni 2 üstəgəl, kəsr xətti, məxrəcə 4, sürətə 2 çıxılsın 4-ü görməsəz, yenə yumruya aldığımın içində eyni misalı deyəcəksiniz ki, aha, bu yəqin ki, belədir də. 3 nöqtənin yerinə bir dəfə də, 2 dəfə də, 3 dəfə də yaza bilərsiniz həmin şeyləri. Yəni ona biz x dediyimizə görə biz təkrarı x kimi yazacağıq. Yəni burada sürətdə niyə x yazdığını, yəni odur. Səbəbi odur. Yəni bu tip misalları belə eləyirsiniz. Əgər 2 çıx yox, 2 plus olsaydı, onda 2 üstəgələ x bölü 4 bərabərdir x olacaq. Tamamilə doğrudur. Tamamilə doğrudur. Çünki biz ancaq bir dəfə yazacağıq ki, işimiz asan. Məsələn, 2 dəfə də yazanlar ola bilər. 2 dəfə də yazsan eyni cavab alacaqsın. İstəyirsən 3 dəfə eyni şeyi yaz. Amma yəni x solda da görünməlidir, sağda da görünməlidir ki, sən o misalı eləyəndə, tənliq eləyəndə tapa biləsən x. Yaxşı. Gəlin 9-cu suala da baxa bilərik, sonra keçək. Tamam. Akranı boş su çəni 4 saata doldurur. Deməli, akranı boş çəni, su çənini 4 saata doldurur. Burada fikir verin, mən şəkli qoy belə çəkək, şəkli 2h, 3h. Məsələn, bunun indi 2 yolla çözümünü həyata keçirəcəm, siz görəcəksiniz. Məsələn, şəkil belə idi, akranı bura qədər, yəni hamısını axıracan 4 saata doldururdu. Akranımız 4 saata təmiz bu çəni doldurur. 4 saata. Amma ekranı dibdə qoyulanda deyil, 6 saata boşalır. Yəni belə çıxır ki, ekranı çənin aşağısında olsa və çən dolu olsa 6 saata boşalır. 6 saata boşalır. İndi A və B ekranları bu boş çənə quraşdırılıb deyir ki, hər iki ekran birlikdə açılsın. Demək biz birinci buranı tapdıq. Əslində bizim burada yazacağımız şeydə bir dənə belə bir yol var ki, bu 5h-lıq bir hissədir. Zaten biz bildik onu. Akranı 5h-lıq hissənin hansı hissəsini doldurmalıdır? 5-də 2 hissəsini doldurmalıdır. Əslində biz bunu 4 saata 5h-ı doldurursa, tənasüb qurmadan da 5-də 2 hissəni tez tapa bilərik. Məsəl üçün, 5-də 2 hissəni neçə saata doldurur? Burada 8 bölü 5-i yenə də ala bilərik. Tənasübsüz də ala bilərik. Əslində tənasüb belə deyək, biraz bilməyənlər, çətinlik çəkənlər üçündür. Amma belə də 4-ün 5-dən 2 hissəsi deməkdir. Anlamı budur. 1,6 saata akranı bu aşağıda rənglədiyim hissəni doldurur. Bu birinci. İkinci hissədə biz ikisinin birlikdə bu 3h-lıq hissəni doldurmasına baxacağıq. O bayaq yazdığımız forma tam doğrudur. Lakin orada çıxmaq lazım idi. Yəni biz orada çıxmadıq. 12-də 5 çıxılsın, 18-də 5 yazmalıyıq. 12-də 5 çıxılsın, 18-də 5-də siz gəlib doğru cavabı tapırsınız. Tərsə çevirəndə tapırsınız. İndi isə mən belə bir şey deyirəm. Məsəl üçün burada təbii ki, mən bayaqları da yazmışdım 12-də 1. Necə tapmışdıq 12-də 1-i? Məsələn 4-də 1 idi. 1 saata akranını doldurduğum. 6-da 1 hissə də B ekranını boşaltdığıdır. Biz burada almışdıq 12-də 1. Yəni 12-də 1 hissə bu 1 saata görülən işdir. 1 saata görülən işdir. Lakin bizə onun hamısı lazım deyil. Yəni 5-dən 3 hissəsi lazımdır. Bayaqları kimsə orada dedi. Yəni bilmirəm səsi şey gəlirdi. 5-də 3-ə vurmalıyıq. Yəni burada təkidlə demək lazımdır ki, bəli 12-də 1 hissəni məsəl üçün biz 5-də 3 hissəsini tapırıq. Yəni ona görə 12-də 1-in 5-də 3 hissəsini tapmaq lazımdır. Bunun üçün yəni biz burada nə alacağıq? Bəlkə 12-ni eləyək. Çünki 12-də 1 deyil. Çünki 12 saata tamamı olur. Tamamı. Amma bizə çənin ancaq 5-də 3-ü lazımdır. 12-də 1 yazsaq 12 vurulsun 5-də 3. Yəni 12 saata tərs çevirəndə 12 saata tamamı dolursa, bizə də onun tamamı lazım deyil ki, 5-də 3-ü lazımdır. Və bu məsələləri belə rahat şəkildə çözə biləcəyik. İndən sonra bunu bir yerə yazırıq və bu çox rahat şəkildə məsələ çözüləcək. 7,2 saat. Və əvvəl A-nın aşağı hissəsi 1,6 idi. Hal-hazırda ikisi birlikdə çalışanda 7,2-dir. Təbii ki, 8,8 olur. Yəni əslində bu məsələ tipi budur. Bunu belə eləmək lazımdır. Amma burada yenə yadda saxlayırıq. Yəni ikinci 3h-lıq hissədə əslində 6 saata zaten bu tamamını boşaltdığına görə biz 4-də 1 çıxaltıda 1 yazırıq. 12-də 1. Amma burada
tərs çevirəndə 12 saata bu işi qutara bilərlər. Bütün hissəni, 5H-lıq hissəni, 5H-lıq hissəni 12 saata qutara bilərlər. Biz o 5H-lıq hissənin 3H-lıq hissəsini tapırıq. Ona görə də 5-də 3-ə ona görə vururuq. Aydındır? Bu formada getmək olar həmişə. Əgər tam anlaşıldısa, mən bunu silirəm və bəzi şeyləri də deyim. Bilirəm, gecdir. Orada siz dediniz ya 12'ni vururuq 5'te 3'e. Bəli. Niye 12'de 1'i tersine götürmüş? Çünki biz tamamını nə qədər vaxta doldurarlar, onu bilməliyik. Tamamını nə vaxta doldururlar? 1 saat 12-də 1-dirsə, 1 saata 12-də 1-dirsə, bura yazıram yuxarıda. Tamamını, yəni 12-də 12-sini, yəni 1-i nə qədər vaxta doldurarlar? Bu zaman nə görürsünüz? Görürsünüz ki, tənasübdə tərs çevrilir. Yəni 12'də 1 tərs çevrilir. Ha, o 13'ünü tapandan sonra 5'te 3'e vururuq. 12 saat da bu 5H-lıq sənin ikisi birlikdə əgər B ekranı dibdə quraşdırılsa, məsələnin şərtində o verilib. Məsələn, B ekranı dibdə quraşdırılarsa 6 saata boşallar deyilir. Bəzi məsələlərdə hətta onu dibdə vermirlər. Məsələn, deyir, özünə qədərki hissəni məsələn 6 saata boşaldır. Məsələn, harada quraşdırılıbsa, ora qədəri. O daha da çətin olur. Məsələn, biri var 3H-a qədərki hissəni 6 saata boşaldar. Bir də var deyir ki, sənin dibində quraşdırılsa 5H-lıq hissəni 6 saata boşaldar. Bax, o zaman bu tipli məsələlər belə həll olunur. İndi gələn dəfə yadıma salın, mən sizə tutaq ki, özünə qədərki hissə ilə bağlı məsələ verin. Yəni, biz ona da diqqət edək ki, görə o necə çözüləcək. Özünə istəsəz, indi də verə bilərəm. Əgər yeni dərsi özünüz oxusanız, mən də gələn dəfə biraz girişdə 40 dəqiqəlik özüm izah eləsəm, mən elə gəlir ki, alına bilər. Əgər istəyirsinizsə. Fikirlər varmı? Yəni, Faizə keçirik biz bugün. hə, mən istəyirəm ki, faiz nisbət tənasüb mövzusuna başlayaq. Siz qaydaları da... Siz dediniz topludan işləyirsiniz. Mən biraz fəsləndim elədim. Çatdıra bilmədim. Düşündüm gələn dəfə maşinə baxarım. Bugün baxdım maşin işləyiblər. Mən çox ayaqlaşa bilmirəm, geri qalacağım. Tamam. Belə bir şey deyim də sizə. Zaten biz iki önümüzdə məsələ var. Bir, proqramı çatdırmaq. Bütün mövzular üzərində xəbərimiz olsun. Məsələn, tutaq ki, ehtimal birləşmələr nəzəriyyəsindən 4 sual düşür. Məsələn, biz o mövzunu gərək tam mənimsəyək. Məsələn, yuxarı limitdir, inteqraldır, teoremədir, bunlara geri çıxmaq lazımdır və s. Bizim əslində işimiz nədir? Məsələn, sizin işiniz nədir? Əslində mövzular haqqında bilgili olmaq. Bunu təmin elədinsə, təbii ki, biri var ki 100 test yazasınız, biri var 500 test yazasınız həmin mövzu baxımından. Burada artıq 500 yazanda müəyyən suallar meydana çıxa bilir. O sualların da həllini daha da mükəmməl öyrənə bilirsiniz. Yoxsa, məsəl üçün, siz çatdıra bilməzsiniz. Məsələn, tutaq ki, xəstələnirsiniz və yaxud da toy olur və yaxud da nəsə olur, çatdıram. Ona görə də, məsələn, toplunu nə üçün deyirəm? Toplu, deyək ki, uzun müddətdir məşğul olmayıb insan, yadından çıxıb, qaydaları oxuyur, topluya girişir, topluda da elə bir ki, bu məsələlərin bəziləri topluda da var. Yəni, oxşarları və s. Bəzən hətta eynisi ola bilir. Bayaqları elədiyimiz misallarda var idi o suallar. Deyək ki, bunu bacarırsa, keçir bu birisilərdən də eləməyə. Başlayır ki, yəni MHM-dən də eləyim, görüm ki, MHM-dən də güclü kitablar var. Məsəl üçün, onlardan da, məsəl üçün, adım var ki, mən dərs keçdiyim bəzi adamlar olub ki, məsələn, 3 kitab, 4 kitab bitiriblər. Amma onlar gecə-gündüz çalışıblar da. Məsəl üçün, ki, Türkiyə YÖS-də hazırlaşdırmışam. YÖS kitablarından, həndəsə kitabını YÖS üzərindən işləyiblər, məsələn. Yəni, o baxımdan Metropol yayınları işləyiblər, nə bilim, Puza yayınlarını işləyiblər. Beləncə, həndəsəsini oradan işlətmişəm. Bu formada getmişik. Yəni, deməyim odur ki, biz mövzulardan irəliləməliyik. Amma, məsələn, bir müəllim mövzunun tutaq ki, 100 testini yazırsa, o biri müəllim 300 testini yazırsa, bu artıq bundan barışmaq lazım. Amma mövzuları bir var ki, biz dəngiyək.
qalaq üstündə, məsəl üçün belə, bu da bizə çox sərf eləməyəcək. Sizə sərf eləməyəcək. Aydındır? Belə. Əgər yenə də hansısa bir sual varsa, məsələn, sizin burada olmağınız, baxmağınız onun özü də yaxşı haldır ki, məsələn, siz verilən sualların izahına baxırsınız və məsələnin gedişatı, düşünmək və bunları fikirləşirik. Əgər heç bir problem yoxdursa, biz keçək onda mövzudan qısaca məlumatlar verim. Sonra yekunlaşdıraq da, olarmı? Bunu silin. Evet. Deməli, əslində ilk növbədə nisbət tənasübü biləcəyik. Nisbətlə bağlı mən bəzən fikirləşirəm ki, çox sadə deməyim, amma sadələri də deməyə borcluyam ki, yəni tam otursun beyinə. Məsələn, nisbətlə bağlı əgər bir ədədi digər ədədə bölürüksə, biz bu alınan cavaba nisbət deyəcəyik. İndi burada bu nisbətlə bağlı məsələlərdə, məsələn, tutaq ki, oğlanlar qızların 5-də 2 hissəsidir, qızlar bütün sinifin hansı hissəsidir deyə çox sadə suallar sala bilirlər. Məsələn, bu sualda əgər oğlanlar qızların 5-də 2 hissəsidir deyirsə, məsələn, demək toplam sinifdə 7 hissə adam var. Yəni oğlanlar 2K, qızlar 5K, toplam 7K-lıq bir hissə var. Sinifin qiyməti. Bu zaman əgər desək ki, oğlanlar bütün sinifin hansı hissəsidir? Bütün sinif oğlanlı qızlı olduğuna görə oğlanlar 2K-ya baxırsa, sinif də 7-yə baxırsa 7-də 2 kimi götürəcəyik. Tamam. Bu hissə məsələsindən sadə bir epizod idi. İndi isə biz iki nisbətin bərabərliyinə baxsaq, iki nisbətin bərabərliyi bizə nəyi verəcək? Tənasübü verəcək. Bu tənasübdə də kənar ədləri bilirsiniz, orta ədləri bilirsiniz. Kənar ədlərin hasili orta ədlərin hasilinə bərabərdir. Əsas xassə bölmədən canınızı qurtarır və ikiyə keçirik. Hasilə keçmiş oluruq. Bunu kəsrlə göstərdi və yaxud 2 nöqtə ilə göstərdi, kəsr xəttinə göstərdi, fərq etməz. Burada teoremə tənasüblər deyilən anlayış var. Yəni teoremə tənasüb nədir? Əgər biz A ilə C-ni toplasaq, bölsək B ilə D-nin cəminə, bu zaman aldığımız cavab elə A böl B-nin özü olacaq və yaxud C böl D-nin özü olacaq və yaxud K-nın özü olacaq. Əgər burada çıxma da eləsəz, yəni tərəf-tərəfə çıxsa, sürətlə sürəti, məxrəclə məxrəci, yenə də cavab dəyişməyəcək. Bu da onu göstərir ki, əgər mən M-ə vursam sürəti və məxrəci və sonra N-ya vursam sürəti və məxrəci, N-ya vursam sürət və məxrəci, heç də dəyişmədiyinə görə və qayda da deyir ki, bununla bunu topla sürətdə yaz, M-A üstə gəl, N-C sürətdə yaz, M-B ilə də N-D-ni topla aşağıda yaz və bu zaman cavab yenə dəyişməmiş olacaq. Bu xassəli bəzi misallarda rastımıza çıxır. Məsələn, belə bir misala baxın. Buranı sildim. Məsələn, tutaq ki, mənə deyir ki, A böl B bərabərdir C böl D, həm də MHM-də də var bu suallar. Məsəl üçün, tutaq ki, məsələn, atıram 2-ni verdi. Əgər bizdən soruşursa ki, kök altında 3, məsəl üçün A çıxılsın, kök altında 7C bölünsün, məsəl üçün, kök altında 6B çıxılsın, kök altında 14CD bu nəyə bərabərdir desə, təbii ki, burada bir neçə yol var. Bizim bunu tək bir yoldan asılı deyilik. Məsələn, A-ya, B-yə, C-yə deyə qiymətlər qoyaraq da bu misalı çözməyə çalışanlar var. Bu normaldır, doğrudur, səhv deyil. Məsələn, A-ya 1, A-ya 2, B-yə 1, C-yə 2, D-yə 1 qoymaq olar. Amma bəzən elə sual olur ki, biz elə qaydanı biləndə daha rahat edirik. Ona görə bunu yazdım. Burada biz nə edirik? Məsəl üçün, baxırıq ki, əgər biz kökdə 3-ə vursaq, misalın əvvəlindəki A-nı kökdə 3-ə vursaq, aşağını da kökdə 3-ə vursaydık, bərabərlik pozulmayacaqdı. Yəni ki, yenə də eyni cavab alınacaqdı. Ona görə də burada amma kökdə 6-ya vurulub, kökdə 14-ə vurulub. Biz buradan kökdə 2-ni, mörtəzə xaricini alsaq, kökdə 3B çıxılsın kökdə 7D, sürətdə də kökdə 3A çıxılsın kökdə 7C görə bilərik. Və yuxarıdakı qaydada davam eləsək ki, bunu kökdə 7-yə vurun, bunu da kökdə 7-yə vurun, bərabərlik pozulmur. Və qayda nə dedik? Çıxanda da bərabərlik pozulmayacaq. Yuxarıdan yuxarını çıxsa bərabərlik pozulmayacaq. O da bu misalımızın bu hissəsində görünür ki, eyni. Demək, bunun cavabı 2 olmalıdır. 2 olmalı. Amma burada kökdə 2 də var. Kökdə 2 1 bölünsün kökdə 2 deməkdir.
yəni qırağa çıxarsa, vurulsun həmin kəsr. Həmin kəsrin cavabı 2 olduğuna görə biz bura 2 yazırıq. 2 böl kökdə 2. Təbii ki, qoşmasına da vursaz, kökdə 2-yə vursaz. Yəni, burada ixtisar gedəcək, kökdə 2 qalacaq. Ya da 2-nin yerinə kökdə 2-nin kvadratı yaza bilərsiniz. Bu da cavabın kökdə 2 olduğunu göstərir ki, cavab kökdə 2-ni verəcək. Deməli, bu bizə tənasüblə bağlı bir sual idi. Tənasüblə bağlı sual idi. Bunu sildim. Niye kök üçe vurdu? Necə? Rasyonellikten zaten niye kök üçe vurduk? Mesela kök 6'ya niye vurmadık ki? Kökdə 2-yə vurdum da. En başta kök üçe vururuz diye. Hə. Yerine niye kök 6'ya vurmadık? Hə. Niyə kökdə 3-ə vurdum? Çünki misalımızda Hə. kökdə 3A var idi. Kökdə 3A-nı görürük. Misalda, sualda kökdə 3A. Süreçtekinin anda emsalına vururuz. Necə? Bir də deyin. Yani süretteki ifadenin emsalına vururuz. Təbii ki. Təbii ki. Neye Məsələn, göre deyə diyorum? bilərsiniz, niyə kökdə 6-ya vurmaq? Rasyonellikten azad ediyende məxrəcdəkinə vururduk. Ona göre diyelim. Yox, başa düşdüm. Yox, biz hələ orada qoşma məsələsindən keçmədik. Biz orada siz nəyi yaratmağa çalışırıq? Tək ki, törəmə tənasüb dediyimiz o xassə ki var, tənasübün xassəsini. Yəni, tənasübün xassəsini yaratmağa çalışırıq. Yəni ki, biz sualımızın içindən veriləni tapmağa çalışırıq. Və bunun üçün nə etmək lazımdır? Qayda nə demişdi? Eyni ədədə vur və böl, pozulmur. Yəni, bundan əvvəlki şeyə qayıtsaq, bunu qayıtmaq çox çətin olacaq. Yəni, ümumi əvvəlkinə qayıtsaq, biz orada görəcəkdik ki, A böl B bərabər C böl D idi. Mən orada nə yazdım? Mən orada dedim ki, gəlin bunu M-ya vuraq. Bunu da M-ya vuraq, kəsrin əsas xassəsi. Burada da gəlin N-ya vuraq. Buranı da N-ya vuraq. Heç nə dəyişmir, bərabərlik pozulmur. Və sonra dedik ki, belə bir qayda var. Yuxarıdan yuxarıdan toplasan, bölsən aşağıdan aşağıya, yenə cavab dəyişməyəcək. A böl B-ni verəcək, A böl B C böl D-dirsə fərqi yoxdur, onu verəcək, 2-dirsə 2-ni verəcək. Və biz də burada M kökdə 3 olub, tutaq ki, N da kökdə 7 olub. Və bu zaman bu əgər pozulmursa bunu belə yaza bilərəm. Belə yazmağımın məqsədi nə imiş? Bu suala diqqət edin. Sualdan mən onu tapdım. Bu sualda mən nə tapdım? Mən kökdə 2-ni mörtəzənin kənarına qoyan kimi gördüm ki, sən demə, elə həmin kökdə 3A, kökdə 3B, yuxarıda kökdə 7C bunları gördüm. Və bunu aldığıma görə mən elədim. Yoxsa, məsələn, biz burada oturaq bunun P-usuna vuraq, eləyək, o bizi səfsüf yola götürəcək, həm də B üstə gəldi, biz aləm dəyəcək bir-birinə. Bunun 2 dənə yolu. Ya A-ya, B-yə, C-yə qiymət qoyub, D-yə qiymət qoyub, sualda da qoyub cavabı almalısınız. Ya da burada dediyim kimi elə eləməlisiniz ki, yuxarıda da aşağıda da eyni ədədlər görə biləsiniz. Bu belə. Bir dəqiqə. Getdik. Aha. Əgər indi məsələn tənasübün digər xassələri də var əslində. Məsələn, əgər biz A böl B bərabər C böl D yazmışıqsa, məsələn deyək. Məsələn, hər tərəfinə 1 əlavə eləsək, heç nə pozulmur. Məsələn, o 1-in yerinə B böl B yazırlar. Bərabərdir. Məsələn, buradakı sağdakı C böl D-nin üstünə 1 gələndə də D böl D yazırlar. Məsələn, buradan da belə bir qayda alırlar. A üstə gəl B bölünsün B bərabərdir. C üstə gəl D bölünsün D doğru olacaq. Əgər bunu veribsə, deyirsə ki, onda belə bir qayda da doğrudur. Əslində bu qaydaların, desən ki, bu axı A böl B-yə bərabər deyil, amma yəni bərabərlik doğrudur da. Əslində bu K-dırsa, bizim aldığımız bu ifadə həmin K-nın bir artığıdır. Çünki mən hər tərəfə 1 əlavə eləmişim. Bu çıxmaya da aiddir. Bu, nə bilim, tərs çevirəndə də bərabərlik pozulmur. Yəni, bu cür qaydalar var. Bu xassələr var. Amma yenə çaşarkən qiymət qoymağı da unutmayın ki, qiymətdə bunu tutasınız. Keçdim faizlə bağlı 2-3 kəlmə deyəcəm, çox deyə bilməyəcək. Məsələn, faiz əslində ədədin hissəsi ilə birbaşa bağlıdır. Bilirsiniz, %1 hissəsinə faiz deyil. Məsələn, biz ədədin tutaq ki, hissəsini yazanda, məsəl üçün 5də 4 hissə yazanda, bunu bəzən 5də 4 deməkdənsə faizlə deməyə üstünlük veririk. Ona görə də biz 100%-ə vuraraq hissədən, ədəddən faizə keçməyi öyrənmiş oluruq. Yəni, bu qaydanı hissədən faizə. Və tərsinə, əgər biz faizdən bezib faizi hissə ilə əvəz eləmək istəyiriksə, təbii ki, bunu 100-ə bölərək keçirik. Və bu zaman
10-da 8 elə 5-də 4 deməkdir, gəlir çıxır. Bu istəyir adi kəsir olsun, istəyir onluq kəsir olsun. Məsələn, 1,2 bir məbləğin 1,2 hissəsi dedikdə biz onu 100-ə vuraraq 120%-dən danışdığını başa düşürük. Bu belə. Növbəti əgər faizin əlifbasına geçsək, ədədin faizin tapılması birinci əlifbanın ilk hərfləri kimi ədədin faizinin tapılması, müəyyən faizinin tapılması. Məsələn, burada da siz ümumiyyətlə istədiyiniz məbləği 100-ə böləndə 1%-ni tapırsınız. Çünki 100-də 1 hissəsini tapmaq 1% tapmaqdır. Və neçə faiz soruşursa, məsələn 5% soruşursa, siz 200-ü 100-ə bölüb 5-ə vurursunuz. Biri var, bunu əzbərləyəsiniz, yadda saxlayasınız ki, ədədin faizini tapanda 5-ə vururam, 100-ə bölürəm, faiz göstərənə vurub 100-ə bölürəm. Bir də var, bunu anlayasınız ki, nə baş verir. 100-ə böləndə təbii ki, siz 1%-i tapmış olursunuz. 1%-in qiyməti bəllidirsə, 5%-i tapmaq üçün 5-ə vuracaqsınız. Tənasüb quranlar da var. Məsələn, faizinə görələrin tapılması, faizinə görələrin tapılmasında. Məsələn, çox uşaq bəzən tənasüb qurmağa çalışır. Məsələn, tutaq ki, 12%-i, məsələn, deyək, 40-dırsa, ədədi tap deyir, tənasübü qurur, 100% x qoyur və buradan da tənasüblə tapa bilir. Bu səhv deyil. Amma məsəl üçün, bir qısa vaxtda bunu çözmək yolu deyil. Bunu da belə. Bəziləri belə deyir. Məsələn, x-in 12%-i evki x-i vurursan 0,12-yə. Ümumiyyətlə, faiz onluq kəsir kimi yazılanda daha tez olur. X-in 12%-i 0,12x-dir. Əgər bu 40-a bərabərdirsə, qaydası da əslində həmin qaydadır. Faizinə qədəri tapmaq üçün ədədi faiz göstərənə bölürük. Niyə faiz göstərənə bölürük? Əslində 40-ı 12-yə böləndə 1%-i yenə tapmış oluruq. Çünki 12%-i 40-sa 1%. 1%-i tapandan sonra təzədən burada 100-ə vururuq ki, bütün ədədimizi tapaq. Və bəzən heç 12%-i 40-dır, 7%-i neçədir? Bütün ədədi tapmağa ehtiyac yoxdur. 40-ı 12-yə böləndə 1% tapılırsa, 7-yə vuran kimi 7%-in qiyməti tapılır. Bunu da belə yadda saxlayırıq. Və üçüncü, A-B-nin hansı hissəsidir deyəndə biz A-nı B-yə bölürük. Qayda bu idi. İndi A-B-nin neçə faizi deyəndə bu hissəni tapandan sonra 100%-ə vurmaqdan cavabı ala bilirik. Bu növbəti düsturumuz. Başqa bir düstur, deyək ki, əgər biz əlifbanın çıxırıq əlifbadan, bu buranı silək. Tamam. Silə bilmədik, bunu sildik. Tamam. Əgər biz deyək ki, məsələn deyəndə ki, düzbucaqlıdır. Məsələn siz buna rast gəlmisiniz də çoxdur. Məsələn uzunluğunu 40% artıraq, enini məsələn 30% azaldaq. Sahəsi necə dəyişər? Neçə faiz dəyişər? Artar, azalar, bunu tapmaq lazımdır. Bunu necə tapacağıq? Məsələn, qısa yolu belədir. Biri var AB qoyasınız. Biri var ki, bir kvadrat düzəldəsiniz. Kvadrat özü də düzbucaqlıdır. Məsələn üçün, tərəfinə 10 qoysanız, daha gözəl, tez alacaqsınız. Məsələn, 10 qoyan kimi sahəsi 100 olacaq. Sahə 100 olması sizin işinizə yarayır. Elə çünki 100% kimi baxırsınız buna. Əgər biz uzunluğunu 40% artırmışıqsa, yadınıza qalsın ki, 40% 140% deməkdir. Yəni 40% artırdığımıza görə 140% olur. 140% də ədəd kimi 1,4-ə bərabərdir. Məsələn deyək də burada. İndi biz onun artırılmasına baxırıq. Onu 40% artırırıq. Onun 40%-i daha rahat ədəddir. Niyə? Onun 40%-i 4 eləyir. Ona görə bura 14 olacaq. Desəz ki, bəs 1,4 hara getdi? 1,4-ü ona vuranda təbii ki, yenə 14 eləyir. Yəni, fərqi yoxdur. Sadəcə başa düşmək lazım 40% artırında 140% olur. 30% azaldığında isə, məsələn, onun 30%-i 3 olduğuna görə bura 7 olur. Yəni, çıxırsınız. Və bu zaman sahəni tapanda 7-nin 14-ə vurursunuz. 98, bu elə 98%-dir. Deməli, 100% birinci aldığımızdır. 98% ikinci aldığımızdır. Çıxırıq ki, görək nə qədər dəyişim baş verib, 2% azalma baş verdiyini görə bilirik. Bax, bu düzbucaqlı məsələlərdə. Hətta, məsəl üçün, belə deyək, konus məsələsində tətbiq eləyə bilirik. Yəni, təkcə konus yox, ümumiyyətlə də fiqurların sahələri ilə bağlı, həcmləri ilə bağlı suallarda, faiz sualında tətbiq eləyə bilirsiniz. Məsəl üçün, tutaq ki, biz bilirik ki, 3/1 Pierre kvadratı H düsturu konusun həcm düsturudur. S oturacaq, vur H. Bu bizim konusumuzun həcm düsturudur. Məsəl üçün, deyəndə ki,
radiusu eri məsəl üçün tutaq ki 10% artırıb hündürlüyü ya deyəcək sabit saxlayırıq, ya deyəcək ki h-ı məsələn 20% azaltsaq. Demək birində artırırıq, birində azaldırıq. Tutaq ki h-da azaldırıq. Azaltsaq həcm necə dəyişir? Həcm necə dəyişər? Aha, bu cür sualı tapmaq üçün ümumiyyətlə 10-10 bayaqdan qoyurdu məsəl üçün. Amma indi 1 qoyacam. Yəni 1 də qoymaq əlverişlidir. Radiusu 1 götürürəm, h-ı 1 götürürəm. 3də 1-ə pi-yə ümumiyyətlə baxmıram. Demək mənim əvvəlki həcmim 1 vəziyyətindədir. 1-in kvadratı vur h-dan. Bu eli mənim üçün 100%. Ondan sonra dəyişirləri yazmalıyam. 10% artıranda ədədim 110% olur. Yadda qalsın. 100% idi. 10% artıranda 110%. 110% 1,1-ə bərabərdir. 100-ə böldük. Deməli, h üçün yazıram. Bu r üçündür. H üçün yazıram. 20% azaldanda 80% qalır. 80% 0,8-ə bərabər ədəddir. Və burada bizim yeni həcm düsturumuzu V1 yazsaq, üstəlik pi-yə baxmasaq, r-in kvadratı 1,1-in kvadratı, bir dəqiqə bunu buradan götürün. 1,1-in kvadratı vurulsun 0,8 yazmalıyıq. Bu da bərabərdir 1,21 vurulsun 0,8. Təbii ki 8-i 121-ə vuracağım. Yəni 968 səhv yazmamışsa. 3-dən də rəqəm ayıranda 0-dan 1000-də 968. Deməli, bu təbii ki 100-ə vuracaqsınız ki, faizlə deyə bilərsiniz. 100-ə vuranda 96,8 olur. Yəni əvvəlcə biz 100% əvvəlki idi. Hal-hazırda 100-ə vuranda 96,8% olduğunu tapdım. Bunu çıxanda 3,2% azaldığını gördüm. Yəni bizim orada h, nə bilim r yazmağımız vaxt itkisidir. Yəni biz burada deyək ki, bu məsələlərdə yəni 1 qoymaqla rahat çözə bilərik. Bayaqki məsələdə düzbucaqlı məsələsində qoya bilərdik. Sadəcə orada sahənin 100 olması mənim işimə yarayır ki, birbaşa 100%-dir. Yəni o formada gedə bilərəm. Aydındır bu? Əslində faizlə bağlı qaydalar çox. Yəni məsələ tətbiqləri, orada yanaşmalar çox. Məsəl üçün inflyasiya ilə bağlı suallar topluda yoxdur. Demək, məhlul məsələlərində nəyə diqqət edirik? Birincisi, ümumiyyətlə bunları məhlul məsələsi bayaq dediyim əlifbada AB-nin neçə faizidir qaydasına söykənir. AB-nin neçə faizidir? Məsəl üçün biz son məhlulun, buna qarışıq deyək, son məhlul olsun bizim qarışığımız. Yəni tutaq ki, su buxarlandı, su əlavə elədik, nə bilim, duz əlavə elədik. Nə baş verir versin? Biz buna qarışıq desək, qarışığın faizi necə tapılacaq? Son məhlulun qarışıq faizi. Burada biz maddəni, yəni bizdən duz soruşursa duzu, turşu şəkər soruşursa şəkəri, spirt soruşursa spirti, hətta su soruşursa suyu böləcək ümumi məhlula, ümumi qarışığa vuracağıq 100%-ə. Yəni burada 100% var. Getdim dibə girdim. 100%-ə vuracaq. Bu nədir? AB-nin neçə faizidir? A-nı B-yə böldüm, 100%-ə vurdum. Yəni məsəl üçün 5 qram duz var. 5 qram duz var qazanda. Məsəl üçün bütün qazanda tərkibdə tutaq ki 25 qramdır. Duz qarışıq. Yəni 20 qram su var idi. 20 qramın üstünə 5 qram gələndə 25 qram tutaq ki məhluldur. Ümumi. Biz bunu 100-ə vuranda duz neçə faizlidir onu tapa bilirik. Aydındır bu? 20%li məhlul. İndi buradan belə bir şey öyrənirik. 1. 20%li məhlul deyəndə nə nəzərdə tutulur? Məsələn 20%li 25 qram məhlul deyəndə biz bunu anlamalıyıq. Spirt məhlulu, tutaq ki duz məhlulu. Burada duz yazıram. Hal-hazırda duzdur. Deməli 20%li 25 qram duz məhlulu dedikdə 25 qramın içinin də 20%-i duzdur. Yəni 25-in 20%-i duz başa düşülür. İndi məsələ həllərində bir neçə yolla çözülür. Birinci, mən dediyim əsas bu yola istinad edilir. Hətta məhlulların qarışma məsələsi də bu düstura söykənir. Məhlulların qarışma məsələsi. Məsələn, iki məhlulu qarışdıranda alınan duzluluq faizi mən dediyim düstura söykənir. Məsələn, belə bir məsələyə, iki dənə məsələyə görə vaxtımız çatırmı? Baxaq. Deməli, məsələ biri də, məsələn, tutaq ki, 60%li 140 litr duz məhlulunu götürdüm.
və bura duz əlavə edə bilərəm, ya da su buxarlandıra bilərəm, ya da su əlavə edə bilərəm. Onun fərqi yoxdur. Məsələn, tutaq ki, deyir ki, 60% 140 litr duz məhduduna, məsələn, ya deyəcək nə qədər su əlavə edək, ya deyəcək nə qədər su buxarlandıraq. Məsələn, nə qədər su əlavə edək ki, tutaq ki, hal-hazırda belə bir şey yazaq, əlavə edək ki, məsəl üçün, alınsın, su əlavə edəndə faiz düşür aşağı. Məsələn, tutaq ki, 40%li məhdul alınsın deyə bir sual verir bizə. 40%li məhdul olsun. Bunu iki yolla çözmək olar. Birinci, mənim yazdığım düstur, yəni qarışımın faizi hal-hazırda bizə 40% verir, bunu istəyir, bərabərdir. Duzumuzu miqdarca sürətə yazmalıyıq, məxrəcə ümumi məhlul. 140 var idisə, suyu bilmədiyimizə görə bura x əlavə edirik, su əlavə etdiyimizə görə. Əgər duz əlavə etsək, yenə məxrəcdə 140 üstəgəl x olacaq, sadəcə sürətdə də x olmalıdır. Niyə? Duz əlavə edirəmsə. Məsələn, hal-hazırda 140-ın 60%-ni qıraqda tapıram. 140-ın 60%-i 140-ı 0.6-ya vurmaqdır. 6 dəfə 14-ü yuxarı yazmaqdır. Yəni 84 də yaza bilərsəm, 14 yazıram. Duzumuzu buraya yazıram. Və bu qayda nə idi? 100-ə vurmaq lazım idi də. 100-ə vurmalıydı. İndi faiz sözünü yazmaya da bilərsiniz. Yəni düsturu tətbiq elədik. Deyə bilərsiniz ki, bəs siz qarışımın faizini niyə yazdınız? Çünki qarışımın faizini verib, burada məxrəcdə x-i axtarmaq tələb olur. Yəni ora su əlavə etmək. Və bunu həll edərkən təbii ki, 100-lə buradakı 40-ı ixtisar etmək, nə bilim, hətta 6-nın özünü 2-yə bölürsən, 4-ü də 2-yə bölə bilərsən. Yəni bu qayda və yaxud da sadəcə olaraq 100-dən 40 ixtisar elədin 20-yə, burada 5 qaldı məsələn, burada 2 qaldı. Sonra heç ixtisar etməyə bilərsən, istəsən eləyə bilərsən. Məsələn, baxın 6 2-yə bölünür, 3 qalır, burada 1 qalır. Sol tərəf 1-dir, 140 üstəgəl x bərabərdir. Bunu bir dənə buradan götürək. Tamam. 140 üstəgəl x bərabərdir, sola vurdum. 3 vur 14, deyəsən burada 5 qalmışdı. 3 vur 14 vur 5. Yəni, siz 14-ü 5-ə vurun, ən rahatı 70, 73-ə vurun, 210. 210 yazandan sonra x-i də tapa biləcəksiniz 70 qram. Ola bilər, hesabımda xəta icad ola bilər, amma yol doğrudur. Yəni 70 qram. İndi mən bunu ikinci üsulla, tutaq ki, düstur yaddan çıxıb, amma mən tənasüb yolu ilə bunu çözmək istəyirəm. Buranı sildim. Burada nə edəcək? Nə edəcəksiniz? Məsəl üçün, deyək ki, tənasübdə 60% 140-dır. Yazacaqsınız 60% 140-dır. 60%-i 140-dır. Tamam. 140-ın üstünə su əlavə etdiyimizə görə üstəgəl qoyacaqsınız. Bu tərəfdə isə 40% yazacaqsınız. Bitdi. İndi bəs burada necə vuracaq? Qabaq-qabağa mı? Yoxsa baxın, tərs mütənasiblə bağlı da suallarınızı verin. Yəni, məsəl üçün, tərs mütənasiblə bağlı çətin suallar olur. Məsələn, onu necə çözəcəyinizi soruşun. Çünki çox rahat yolları var. Bu yolları bilmək, yəni sizə də deyim, siz də onu bilin. Belə yolları. Deməli, burada tərs mütənasib kəmiyyətlərdir. Ona görə tərs yadıma düşdü. Tərs mütənasib kəmiyyətlərdə hardan bilirik ki, tərsdir? Əgər 60-40-a düşübsə, azalıbsa, 140 da artıbsa, deməli bir kəmiyyət azalıb, o biri kəmiyyət artıb. Əgər bir kəmiyyət azalıbsa, o biri kəmiyyət artıbsa, burada tərs mütənasiblik var. Və bu zaman siz qarşı-qarşıya vuracaqsınız. Bunu yəqin ki, bilirsiniz. Bunu qarşı-qarşıya vuranda sizin yenə x-i tapmaq, yəni alınacaq. Yəni x-i rahat tapacaqsınız. 140 üstəgəl x. 140 üstəgəl x. Və bu zaman yenə ixtisarınızı aparın. Məsəl üçün 2, 60-ı 20-yə bölün 3, 140-dan da 2-ni aparın 70, 3-ü 70-ə vurun 210, yəni x-in də 70 olduğunu tapacaqsınız. Qarışdırma məsələlərində, bunu da deyim. Deməli, ikinci məsələdə də, deməli, biz tutaq ki, şəkil üzərindən verib tez olsun. Deməli, burada tutaq ki, 60%lidir, məsələn. Burada tutaq ki, 140 olsun, bayaq kimi. Burada tutaq ki, olsun 30%lidir. Bunun maraqlı məsələləri var ki, biraz çətin məsələlər, amma çox qısa yolla həll olunan məsələlər var. Yəni, məsələn, düsturu bununla getsən, məsələn, yolu uzun olur. Bəzən düsturunla gedəndə yolu uzun ola bilir. Yəni, qayda ilə gedəndə yolu uzun ola bilir. Onun başqa bir qaydası var. Bax, onu tutmaq lazımdır söhbəti. Deməli, burada da tutaq ki, vermişəm 400 olması üçün tutaq ki, 260 litr. Məsələn, bunları qarışdırıram, deyirəm ki, neçə faizli məhdul olar?
Məsəl üçün, normalda belə düstur öyrənirlər ki, 140-ı 60-a vuracam, üstünə gələcəm 260-ı 30-a vuracam, böləcəm məhlulların cəminə 140-dan 260-a. Əslində bu bayaqları yazdığım düsturun xatırladır, amma burada 100-ə vurmursan. Əgər 100-ə vurarsansa, onda 140-ın 60%-ni burada 100-ü yazmalısan. 260-ın 30%-i burada 100-ü yazmalısan. Maddəni yuxarıda. Bu duzun miqdarıdır. Yuxarıda yazdığım hər qabdakı duzun miqdarıdır. O duzların miqdarları toplayanda 3-cü qaba boşalır. 3-cü qabda duz konkret bilinir ki, nə qədər neçə qram duz var. Məsələn. Təbii ki, maddəni ümumi məhlulla bölüb 100-ə vururam. Amma burada 100 sürətə vurulduğuna görə əslində belə bir kimyada da daha çox istifadə olunan düstur əmələ gəlir. Maddəsini vurursan faizə, üstə gəl, o birisi məhlulda da deyək ki, məhlulun miqdarını vurursan faizinə, bölürsən məhlulların cəminə. Bu zaman 3-cü qabdakı qarışığın faizi tapılır. 140-dan 264 yüzü verdiyinə görə belə yazaq və ondan sonra burada da əslində məsələn fikir verin, bu sıfırları hər birindən ata bilərsiniz, rahat olsun deyə. 14 vur 6, bunu hesablamaq çox çətin deyil, ona görə hesablayıram. 64 üstəgə 26 3-ə vurdum, 78 bölünsün 4 yaza bilərsiniz. 64-ü 4-ə bölüb 78-i 4-ə bölüb toplamaq da olar, ya da 64-dən 78-i toplayıb sonra 4-ə bölmək də olar. Yəni bu özümdən verdiyimə görə burada cavabın tam olmayacağı da o aydındır. 78 4-ə bölünəndə, çünki 2-yə bölünəndə ki alır 39, 39-un yarısı olur. 39-un yarısı, yəni onu da daha özünüz hesablaya bilərsiniz. Yəni faizdən cavab çıxmış olacaq. Bu belə. Deməyim odur ki, bu qarışma məsələlərini hər birinin duzunu tapıb, duzları toplayıb, sürətdə yazıb, məxrəcə cəmi məhlulu yazıb, sonra o duz, o məhlulun neçə faizi olduğunu tapmaq üçün 100-ə vurmaq lazımdır. Amma deyək ki, xüsusi düsturu bilirsinizsə, o düsturdan da gedə bilərsiniz. Bu istəyir 3 dənə məhlul olsun, istəyir 2 dənə məhlul olsun.